Bizə sonra. Aha, təkrar başlayır. Sizin de ekran paylaşımı başlayalım. Başlanılmır axı. Siz burada admin olduğunuza görə başlanılmır. İndi, indi deyin. Aha, başladıq. Görürsünüzmü xanımlar səhifəni? Hələ yox. Qoy görək bəlkə indi gələr. Aha, gəldi. Aha, gəldi. Gəldi. Deməli, sosial mediaya daxil oluruq. Burada sosial mediada biz necə bir üzvlər tapırıq? Hansısa bir paylaşımın altındakı yorum yeri var. Baxın, burada görürsünüz bu dairəni, 13 yazılanı. Birinci şəkildə. Bəli, Görürsünüzmü? bəli. Bəli. Birinci şəkildə bunu vurursunuz. Eyni ikinci şəkildə olan belə yorumlar gəlir. Burada baxırsınız. Məsələn, səhifələrə baxırsınız. Baxın, buradan bir xanım götürmüşəm. Düzdürmü? Bunun profilini axtardım. Vurdum üstünə, profilin üstünə vurdum. Baxın, burada profili göstərir, işarə almışam. Görürsünüzmü? Mən hardan tapıb, yəni bu üzvlərə yazıram. Onu göstərmək istəyirəm sizə ki, bizim bilirsiniz ki, komandamızın hamısı sosial mediadan qurulubdur. Bizimki qohum, tanış, filankəs, behmankəsin adamları deyil. Bizə gələnlərin hamısı sosial mediadan gəlir. Və necə axtarıb bu komandanı burada yığmışıq? 7000 üstü komandamız var bizim. Deməli, daxil olduq birinci şəkildə bir hansısa bir paylaşımın altına vurduq. Burada gördüyünüz bu 13-ün yanındakı bu dairəni vurdum. Eyni bu şəkildə ikinci şəkildə olan bu xanıma baxdım və bunu seçdim. Həm cavan kadrdır, həm də ümumiyyətlə nə bilim cəlb etdi məni. Sadəcə bir də bildim ki, sadəcə necə deyim, maraqlanır ki, bu restoran haqqında və ya bu geyim haqqında maraqlanır və belə insan, mən daha çox belə insanlara yazıram. Və xanımın səhifəsini tapdım. Xanımın səhifəsini tapıb, buradan yuxarıda görürsünüz 3 nöqtəni birinci şəkildə. Bəli. 3 nöqtəni vurdum, mesaj göndər var. Mesaj göndərdə vurdum. Xanımın profilinə yazdım. Xanım mənim mesajımı hələ dünən bunu etdim sizə göndərmək üçün. Yəni bunu slayda yerləşdirmək üçün. Xanımın səhifəsini buradan yazıb salamımı yazdım. Xanım hələ mənə cavab verməyib, bəlkə də cavab verib baxmamışam indi. Keçirəm digər yazdığım bir xanımla, yazışdığım bir xanımla olan mesaj göstərirəm sizə. Xanımın profilinə daxil olmuşam. Adı ilə İlknur xanım salam türkdür. Özümü tanıdıram kiməm. Yazıb ki mənə siz mənim hesabımı hardan aldınız? Mən də sadəcə qarşıma çıxdı. Buna görə sizə yazdım. Və tanış olmaq istədiyimi bildirdim. Üçüncü şəkildə göstərirəm. Üçüncü şəkildə isə bildirir ki, mən qısa şirkət haqqında məlumat vermişəm və burada da görürsünüz ki, mən orada video göndərmişəm, seminarın videosunu. Görürsünüzmü? Bəli, Zümrüd müdürüm, görürük. Bəli, Bir dənə bəli. sual verə bilərəm. Siz ona şirkət haqqında yazanda necə giriş elədiniz? İndi onu sizə göstərirəm də, göstərəcəm onların hamısını necə giriş eləmişəm. Baxın, yazışmam buradadır. Hesabımı hardan almışsınız? Yazmışam ki, hesabınız qarşıma çıxıbdır. Sadəcə bir dənə video atmışam və yazmışam ki, tanışmaq və Türkiyədə olan bir dostumuzun olmağını çox istəyərdim. Yazıb ki, tanışmaq istərdim. Açıqcası mənim də gəlirə ehtiyacım var. Amma nasıl yapacağımı bilmirəm. Mən sadəcə olaraq burada verdiyim 2 məlumatdır. Baxın bir. Salam vermişəm. Ersaf şirkəti haqqında məlumatınız var, yoxsa yox? Bir dənə də video göndərmişəm bu xanıma. Başqa heç nə yazmamışam mən bu xanıma. Bir dənə videonu. Videodan sonra xanım yazıbdı ki, tanışmaq istərdim. Açıqcası mənim də gəlirə ehtiyacım var, amma nasıl edəcəyimi bilmirəm. Yazmışam ki, mən sizə bu barədə köməklik göstərəcəm. Nə lazımdırsa edəcəm. Əlaqə saxlayın mənimlə. Mən sizə artıq bunlar haqqında məlumat verim. Əlaqə nömrəmi yazmışam. Mənə WhatsApp-dan bu xanım yazıb və bunu da qeydiyyat etdim. O günü paylaşmışdım. Gördünüz. Gördünüzmü? Gördük, Və gördük. sonra Azərbaycanlı bir bəydir bu. Səhifəsini istəmədim görəsiniz. Burada səhifəsinə yazdım. Salam, tanış olduq. Kimdir? Əslində kim olduğunu bilirdim. Sadəcə özüm götürdüm, yazdım. Şirkət haqqında məlumat verdim buna. Və mənə yazdığı suala baxın. Mənim hal-hazırda böyüyən bir komandam var. Niyə Ersağa dəyişməliyəm? Yazmışam aşağıda. Niyə də güclü bir liderlə çalışmayım? Bunu özünüzdə saxlayın. Yəni burada artıq baxın bir məlumatlar vermişəm.
Sizin kimi güclü bir liderlə gücümü birləşdirib daha da yaxşı qazanc əldə edə bilərəm. Və bu artıq mənə telefon nömrəsini verdi, əlaqə saxladıq. Bununla biz işimiz haqqında geniş məlumat verdik. Və bizim səhifəmizə daxil olan insan bilməlidir ki, bu kimin səhifəsidir, nə üçündür bu səhifə və girərkən ən azından səhifənizdəki paylaşımlara baxmalıdırlar ki, bu insan hansı işi görür bu şirkətdə? Bu satıcıdırmı? Bu ümumiyyətlə biznesmendirmi? Bu mənə nə kimi bir xeyir olacaq? Birinci başlayırıq səhifəmizin düzəlməsindən. Baxın, burada işarələmişəm. Bio, telefon nömrəsi, link, iletişim nömrələri, hər bir şey qeyd etmişəm. Daxil olursunuz profilinizə, Instagram hesabınıza. İlk öncə düzənləni vurursunuz orada. Düzənləni vuran kimi. Yuxarıda baxın bir, burada profiliniz var. Profil, istədiyiniz bir profil şəklinizi qoya bilirsiniz. Burada Ersağın logosu da ola bilər, öz şəkliniz də ola bilər. Məhsul şəkli qoymayın profilinizə. Bu sizin profilinizin daha da aşağı düşməsi. Yəni, məsələn, gününüz bu gündə siz hansısa bir məhsul şəkli qoyan insanın profilinə məhsul qoyan insanın və ya yalnız satışla məşğul olan bir insanla gedib işləmək istəyirsiniz. Yəni, bunu özünüzə sual verin. Səsinizi açıb deməyə ehtiyac yoxdur. Yəni, məntiqlə fikirləşin. Siz bugün özünüzə necə bir sponsor axtarardınız? Daha aktiv, sosial mediada aktiv olan, sizə yaxşı yol göstərən, çalışmağa daha çox meyli olan, ümumiyyətlə, yəni sizi əlinizdən tutub irəli apara bilən bir sponsor axtararsınız ki, yəni o qaçıb gizlənən bir sponsoru axtarmarıq. Bunu hamımız bilirik. Və birinci başlayırıq biz profil düzənləməmizdən. Çünki indi hara getsəniz, hansı işi görsəniz, hansı reklamı etsəniz, sizə ilk öncə bu deyilir. Sosial medianız var, səhifənizdəki paylaşımlara baxaq. Neçə min səhifəniz var? Baxın bir burada. Mənim 4030 paylaşımım var. Əslində bu 6-7 min idi. Sadəcə olaraq mən əvvəlki paylaşımlarıma baxdım. Onlar artıq əvvəl bilmədiyim düzgün paylaşımlar deyil idi. Ona görə onları sildim. Mən bunu aşağı yendirdim. Birinci bu paylaşım gözə çarpır ki, neçə min paylaşımı var. İkinci bizim takip edilən səhifəmiz. Neçə min adam bizi takip edir. Buna baxır. Sonra girirlər biz kimləri takip edirik, onları da izləyirlər. Yəni, çox adam maraqlıdır. Çoxsuna maraqlı olmaya bilər, amma çox adamı da maraqlıdır ki, görüm hələ bunun ətrafı kimdir, kimləri izləyir. Və bunların olması üçün də biz səhifəmizi daimi aktiv, gün ərzində 2 dənə ən azından paylaşım ya da 3 dənə paylaşımlar etməliyik. Bunu da etməliyik səhər saat 8-də birini, günorta saat 12-də birini, axşam saat 5-də də birini. İstəsəniz birini də artırıb saat 9-10 arası işdən çıxılan vaxtlar, insanların oturub telefona baxdığı vaxtlarda eləyə bilərsiniz 4-cü paylaşımı. Keçirik profil düzənləməmizə. Profildə başlıqda nə yazıb? Ad soyadımız və şirkətin adı yanında. İkinci kullanıcı adı olaraq da öz adınızı da qoya bilərsiniz və ya məhsulun, şirkətin adını da qoya bilərsiniz. Üçüncü bioda. Bioda artıq siz özünüzü tanıtmalısınız ki, burada kimsiniz? Nə iş görürsünüz bu şirkətdə? Nə üzrə də çalışırsınız? Telefon nömrənizi qoyursunuz. Şirkət haqqında və ya özünüz haqqında qısa bir məlumat yazırsınız. Keçirsiniz, burada iletişim yeri var. Aşağı biraz düşürsünüz, profilinizi düzənlən vurduqda. İletişim nömrəsində həm telefon nömrənizi qoya bilərsiniz, həm də mailinizi qoya bilərsiniz ki, sizə hər iki tərəfdən türklər demiş o deyə ulaşa bilsinlər. Əl çatıla biləsiniz. Ora nömrəni qoyub da mən əl çatılmazam, mənə heç kim yazmasın, etməyin. Əgər ora telefon nömrəsi qoymayasınızsa, insanlara cavab verməyəsizsə, paylaşımları heç etməyin, o səhifəni də açmayın. Və baxın burada, mail olaraq yazırsınız, öz mailimi də göstərirəm orada, telefon nömrəsini də qoyursunuz. Burada gəlib, müştəri sizin səhifənizə daxil olanda bu iletişim vardır ki, birinci şəkildə görürsünüzsə, iletişimi vurduqda sizin həmin dəqiqə bu mailinizlə telefon nömrəniz çıxır. Artıq başlayır, müştəri istəyir sizə zəng vursun, istəyir mesaj yazsın, istəyir artıq sizə maildən ulaşsın. Və ya bunların heç birini etmir. Burada görürsünüz, bioda yerləşən telefon nömrəsinin altında bir link var. Həmin o linkdən sayta daxil olsun. Sizin profil, hər birinizin kabinetində sizin qeydiyyat linkiniz var. Onu yerləşdirsəniz ora, daxil olur o linkdən, özü qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra yəqin ki, sizlər də gün ərzində öz kabinetinizdə yoxlayırsınız ki, görün mənim səhifəmdə kimsə qeydiyyatdan keçibmi, keçməyibmi? Bunları yoxlamış olarsınız. İnanmıram ki, yoxlamayasınız.
Və bunu da oradan yoxlayırsınız ki, sizin artıq səhifənizdə kimsə qeydiyyatdan keçibsə, orada da telefon nömrəsi qeyd olduğuna görə o adamla siz əlaqə saxlaya bilərsiniz. Və gün ərzində və ya həftə ərzində sizin səhifənizdə nə qədər insan girib daxil olub baxırsa, bu da professional paneldən göstərir. Yəni baxın 4300 nəfər mənim səhifəmə 30 gün içində baxıb da. Bizim əvvəl səhifələrimiz daha aktiv idi, indi isə o qədər aktiv deyil. Və keçirik buradan. Bizim səhifəmizdə paylaşılan story var. Bu story sizdə daimi aktiv olmalıdır. Storyiniz daimi aktiv olmalıdır ki, müştərilər səhifənizi həm izlərkən görsün, orada yuxarıda işıq düşsün. Baxın, bir digərlərini də orada göstərirəm. Adların üstünə qırmızı qoymuşam ki, görünməsin ümumiyyətlə. Baxın, hər kəsin səhifəsi, sizi kim izləyirsə, daimi sizin səhifəniz orada görsənilməlidir ki, maraqlı da gəlsin o insana. Biri var, gəlib axtarış bölümündə yazıb sizi axtarırlar. Biri də var, səhifəsinə daxil olan kimi baxır ki, məsələn, Gülnar xanımın səhifəsi bu yuxarıda göstərir. Bir vurur, görün Gülnar nə paylaşıb. Hər paylaşımı da səhifənizdə etməyin, hər şəkili paylaşmayın. Yəni, hər kimsə biri ayağın atdı, biri qolun atdı, biri başın yarısını atdı, biri gözün atdı. Bunları götürüb nəticə alıblar, düzdür. Amma bunu daha professional şəkildə düzəldib səhifənizdə paylaşsanız daha yaxşı olar ki, həmin insanlar da ən azından bir baxıb görməlidirlər ki, nədir, nə deyil bu. Bu adam nə paylaşır, nə satır. Bunları bilməlidirlər. Burada daimi aktiv olmalıdır və bunun da paylaşılması üçün çox adam bilmir bunu. Yəni, bilənlərimiz bu gün bilə bilər ki, bu ayrı bir şeydir, mən bilirəm, amma çoxsu bilmir. Bunu paylaşmaq üçün nə edirik? Daxil oluruq, bu plusun üstünə vururuq. Sonra isə burada aşağıda görürsünüz, dairə almışam. Qaleriyanı vururuq. Qaleriyadan hansısa bir məhsul və ya şəklimizi seçirik. Seçdikdən sonra burada göstərir. Hikayəndə mi paylaşmaq istəyirsən, yalnız arkadaşlarında mı? Mən hikayəmdə paylaşıram. Hikayəm paylaşan kimi artıq gedir orada. Və sonra da paylaşdığınız isə orada göstərir ki, neçə nəfər bu şəkilə baxıbdır. Növbəti, mən şəkilləri harda düzəldirəm? Daha bu görsəlləri, seminar görsəllərini və ya videoların düzəlməsini, bunlar üçün isə mən Canvada şəkilləri düzəldirəm. Yəni görsəllər, kampaniya görsəlləri olsun, seminar görsəlləri olsun, bunların hamısını Canva ilə çalışıram, bununla düzəldirəm. Qurduğum videolar, düzəltdiyim videoların isə hamısını CapCut'da düzəldirəm. Bunun da təlimlərini də ofisdə verirəm. İstəsəniz qatılıb, onu da izləyə bilərsiniz, öyrənə bilərsiniz ki, siz də artıq professional şəkildə həm şəkilləriniz, həm videolarınızı düzəldib paylaşasınız. Və baxın, belə bir şəkili görsəllərimizə. Bunları yalnız Canva üzərindən düzəldirəm. Həm bunların, baxın, arxa fonu sərgəli silinir, yazılar gözəl yazılır, sərgəli görünür. Yəni, gördüyünüz iş ən azından sərgəli iş görməlidir. Videoların hazırlanması yenə də CapCut'da olur. Şəkili çəkəndə şəklinin rəngi qaranlıq olur. Bunların hamısının rəngin açılmasından CapCut'da istifadə edə bilirik. Gəlirik səhifəmizə, təkrar TikTok səhifəmizə. TikTok hesabımızın da eyni şəkildə hal-hazırki gündəmdə Instagramdan çox TikTok ön plandadır. TikTokda daha çox paylaşımlarınız ön plana çıxır, daha çox reklamlar yığır, daha çox insanların sizə dönüş etməsinə gətirib çıxardır. Bunların olması üçün təkrar yenə gəlirik TikTok hesabımıza. Öz şəxsi hesabımızı vurduqda burada bizim adımızın yanında qələm göstərir. Bu qələmi vurursunuz. Qələmi vurduqdan sonra sizə orada göstərəcək ki, nə, harda yaz, neynə, bunların hamısını göstərir. Baxın, bunların hamısını da orada yazırsınız. Eyni şəkildə. Necə ki, Instagramda etmişdiniz, bunu orada da edirsiniz. Əlaqə nömrəsi qoyursunuz, kimsiniz onu yazırsınız, nə iş görürsünüz, hamısını burada, profilinizi yenə də orada da göstərsiniz. Eyni şəkildə burada da story var, baxın bir plus var, bu plusu vurursunuz, storyiniz paylaşılır. Burada sizin səhifənizdə nə qədər şəkil bəyənilib, onun sayı göstərilir, sizi takip edən insanlar, siz takip etdiyiniz insanlar. Burada baxan bir paylaşımlarınıza diqqət yetirirsiniz, paylaşımlarınız çox bəyəni gəlirsə, zamanla sizə artıq TikTok burada pul da qazandıra bilir, yəni pul ödəyə bilir. Sonra keçirik biz şəkillərimizin düzəlməsinə. TikTokda baxırsınız ki, qəşəng videolar paylaşıblar, musiqi qoyubdular. Artıq editləmə, yəni videoların düzəlməsini TikTokda da edə bilirik, Instagramda da edə bilirik. CapCut heç ehtiyac da qalmır. Amma CapCut daha səliqəli, daha gözəl edir. Əgər bizim videolarımızın səsi bağlanırsa, hansısa bir paylaşdığımız səs, o zaman girirsiniz TikTokda ya Instagramda ya TikTokda bunların səsini dəyişirsiniz. Onun olmaması üçün isə birinci paylaşımı edəndə
Hansısa bir şəklinizi seçirsinizsə, videonuzu seçirsinizsə, buradakı musiqilərdən istənilən bir musiqini qoyursunuz. O köhnə musiqi bağlanır. TikTokun özü verdiyi, önərdiyi musiqilərlə paylaşırsınız. Səsiniz də bağlanmır. Və ya burada bir neçə videonun hazırlanmasını istəyirik. Videoları hazırlayırıq, yığırıq şəkilləri bir neçəsini bir yerə, irəlini vururuq və burada istəyir ki, rəngini açsın videoların. Görürsünüz burada. Sonra deyir ki, əlavə bir musiqi qoy. Şəklin üstünə yazı yaz. Şəkili daha da parlaq elə. Bu yuxarıdakı vurursunuz ayar şəklini. Şəkili kimlərlə paylaşmaq istəyirsiniz? Videonu kimlərlə paylaşmaq istəyirsiniz? İstəmirsiniz TikTokda hamı görsün, bir neçə nəfər görsün deyirsiniz. Burada onu göstərir. Hər kəsə mi açıq? Özünüzü mü şəxsi görmək istəyirsiniz? Elə videolarınız var ki, TikTokda düzəldirsiniz, istəmirsiniz kimsə görsün. Onu yalnız siz özünüz görürsünüz. Yalnız özünüzü seçərək. Yalnız özünüz görürsünüz, o videonu qeyd edirsiniz və bu yalnız olan videonda gəlirsiniz, burada kilit var, hər birinizin səhifəsində daxil olur. Daxil olanda görürsünüz. Bu kilidi vurursunuz, bütün artıq şəkillərdə, videolarda nə gizlin eləmisinizsə burada onu göstərir. Bunu sizdən başqa heç kim görmür. Və deyək ki, burada TikTokun önərdiyi hansısa bir musiqini mən bəyənmədim. Xoşuma gəlmədi bu musiqi. İstəyirəm ki, daha yaxşı özüm yazım, həmin o musiqini tapam, mahnını tapam, onu verəm həmin o videonun üstünə. Orada bunu bəyənmədikdə yuxarıda bu ara var. Aranı yazırsınız, arada hansı mahnını istəyirsinizsə onu yazırsınız, sonra isə üstünə vurursunuz musiqisini. Təkrar həmin videonun üstünə düşür. Davam edə aşağıda da göstərir, gedirsiniz, təsdiqləyirsiniz. Bu da belə. Keçdik sonra bizim artıq günümüzdə ChatGPT deyə bir şey var. ChatGPT-dir, Gemini-dir. Mən Gemini-ni istifadə edirəm. Ki bizim burada günlük artıq şəkillərin də düzəlməsi, bu nətər bir şey deyim sizə. Instagrama da daxil olanda, TikToka da daxil olanda deyir ki, yapay zəkanı istifadə etmək istəyirsiniz, yoxsa yox. Yapay zəkanın hazırladığı bir videodur, şəkildir. Baxın, oturmuşdum, düşünürdüm ki, nə edeyim? Səhər-səhər bunu etmişəm hələ, qrupa da atmışdım, gördünüzsə şəkili. Belə bir şəkil hazırlamaq istədim. Düşündüm və düşündüyümü oraya yazdım ki, Gemini'yə gəl bir görsəl düzəldək. Bir qız olsun, qarşısında notebook olsun. Ekranda Ersağın ana səhifəsi, yanında isə Ersağın logosu ilə bir fincan çay. Yanında kitabları olsun, üzərində də Ersağın logosu, o şey oxşadı, üstündə fort olsun. Ersağın logosu olsun. Beli incə, belə gözəl, ağ kostyumda, boğazında yaşıl şərf, ortam qış havasında olsun. Şəklin üstündə cümlələrdə bunlar olsun. Batan günəş üçün ağlamayın. Yenidən doğulduğunda nə edəcəyinizə qərar verin. Bunu yazdım, göndərdim. Yazırdı ki, əlbəttə istədiyinizi təsvir sizin üçün hazırlayıram. İstədiyiniz təsviri. Belə bir şəkil göndərdi mənə. İkinci şəkilə baxırsınız. Çox gözəl bir ortamda, çox yaxşı bir şəkil göndərdi mənə. İncə belli qız, saçları sarışın, boğazında yaşıl şərf, bir müdirin, yəni geyimini təsvir etdi. Çox da qəşəngdir. Bunu siz özünüz də edə bilərsiniz. Və ya bunun yerinə deyirəm ki, mən şirkətə yeni qatılmışam. Burada qeyd etmişəm. Ersağ şirkəti haqqında elə də geniş məlumata sahib deyiləm, amma şirkəti tanıtmışam. Mənə deyirlər ki, bu şirkət haqqında mənə geniş məlumat ver. Mənə verdiyi məlumat, bax, kömək edir mənə. Baxın bir, biz artıq kimdənsə məlumat istəməyə, axtarmağa ehtiyacımız qalmır. Bu Gemini-dir, ChatGPT-dir, bizə artıq yaxşı mənada köməklik edir. Deyir ki, gəlin, sizə şirkət haqqında məlumat verəcəm ki, həmin insana məlumatlar verin. Mənə verdiyi məlumatlara verin. Ersağın qazanc planı haqqında özdə qeyd etmişəm ki, mənə şirkətin qazanc planı haqqında məlumat ver ki, həmin insan məlumat istəyir. Yazıb ki, deməli, salam, Ersağda qazanc sistemi çox şəffaf və ədalətlidir. Burada qazanmaq üçün iki əsas yol vardır. Satışdan gəlir və komanda quraraq əldə edilən pasiv gəlir. Bu artıq başlayır şirkət haqqında geniş məlumatlar, üzr istəyirəm, geniş məlumatları verir. Geniş məlumatların haqqında baxın bir, şirkətdə olduğunuz karyerlər, şirkətin geniş məhsulları haqqında, qazanc planı haqqında bütün məlumatları verir. Bunu kopyalayırsınız, oxuyursunuz birinci oxuyun. Oxumamış bunu kopyalayıb atmayın. Elə yerlər var ki,
Cümlələr düzgün gəlmir. Hansısa məlumatlarında səhvlik ola bilər. Birinci oxuyursunuz, baxırsınız ki, mətn çox yaxşıdır, çox gözəldir. Bunu kopyalayıb göndərirsiniz həmin o müştərinizə. Artıq müştəriniz oxuyur, geniş məlumatlara sahib olur və sizə növbəti sualını verir. Növbəti sualda yenə sizin sponsorunuzu tapa bilmirsinizsə, yenə sponsorunuzla əlaqə saxlaya bilmirsinizsə, təkrar qayıdıb oradan sual verə bilərsiniz. Əslində sizin sponsorunuz yanınızda olsa üçlü görüş, yəni telefon zəngi ilə danışsanız daha yaxşı nəticə ala bilərsiniz. Hansı ki sizin sponsorunuz yoxdur, hansı ki sizin o məhsul haqqında məlumatınız yoxdur və ya o pilliyə qalxdıqda o qazancı haqqında məlumatınız yoxdur, bunu siz artıq ChatGPT-dir, Gemini-dir, bunlardan məlumat ala bilirsiniz. Burada yəni tək məhsul haqqında deyil. Və ya hansısa bir bayram təbrik etməyə, hansısa bir komandanı hərəkətə keçirtmək üçün bir məlumatlardır. Yazırsınız birinci. Məlumatı özünüz yazırsınız. Sonra göndərirsiniz bura. Bu həm sizə orada onu tam səlis şəkildə səlqəli yazılmaqda göstərir, həm də ümumiyyətlə, yəni əlavə bir bilgilər də əlavə edir ki, istəyirsiniz bunları da əlavə edin ora, sizin komandanız bu cümlələrlə daha da çox hərəkətə keçsin. Bunlar haqqında artıq sizin geniş məlumatınız olmadı. Günümüzdə artıq keçən dəfə Nigar xanım idi, səhv etmirəmsə, liderlərimizdən seminar verən. O belə bildirdi ki, siz özünüz haqqında yazın. Gemini-dirmi, digər proqramlardırmı sizə sizin kim olduğunuzu danışır. Məsələn, mən yazdım ki, Zümrüd İsmailova Ersaq şirkətində kimdir? Mənə məlumat verdi ki, sosial mediada aktiv olandır və komandasına güclü məlumatlar verəndir, qazanc planı üzərində komandasının irəli getməsi üçün hərəkətə keçən xanımdır. Yəni bunlar üçün artıq bizə məlumatlar verə bilir. Bizi tanıyır artıq o. Yəni şirkətin adını yazırsınız. Şirkətin haqqında sizə geniş məlumat verə bilir. Yəni sizin artıq kimisi axtarım, tapım, əlaqə saxlayım. Siz məsələn bugünkü gündə şirkətin əlaqə nömrəsini tapa bilmirsinizsə, bura belə yazsanız ki, Ersaq şirkətinin əlaqə nömrəsi, bu sizə onu belə tapıb göstərir. Bu proqram sizin bir köməkçi vasitənizdir. Mənim oğlum deyir ki, sənin dostun var da, sən məndən nə edirsən soruşub. Get ondan soruş, sənə kömək eləsin. Yəni düşünün ki, bunları belə edə bilir. Bu bizim artıq sosial media üzərində məlumatlı olan bir seminarımız idi. Bundan əlavə sizlər nə lazım olsa, hansı bir şeylər sosial medianızın düzəlməsi. Deyək ki, bunlar baxın bir burada sosial medianızda. Bildirirsiniz ki, Zümrüd xanım, mən burada sosial mediamda bilmirəm ki, bura nə yazsam daha yaxşı olar. Bioda nə yazsam daha yaxşı olar. Daha gözəl nə ola bilər? Elə bunun özünü də o həmin Gemini olsun, ChatGPT olsun, onlardan kömək istəyə bilirsiniz. Və ya deyirsiniz ki, yox, mənim öz sözlərim var, öz bilgilərim daha yaxşıdır orada qeyd etməyə. Bu sizə köməkçi vasitədir. Və ya edə bilmirsinizsə, dönüş belə edə bilərsiniz ki, mənim gəlin səhifəmizi yığaq. Yəni mənə yaxşı bir, sərgəli bir səhifə yığaq ki, insanlar məni axtaranda bilsinlər ki, hardan tapmaq lazımdır. Bu gün çoxunuz deyə bilərsiniz ki, mənim sosial mediaya ehtiyacım yoxdur ki, mənim ətrafım zaten yetərincə var, mənim ətrafım yetərincə məni qazandırır, mənim heç sosial mediaya ehtiyacım yoxdur, sosial medianı və ya insanlar səviyyəsiz bir yer kimində görə bilər və ya əxlaqlı bir yer kimində görə bilər. Unutmayın ki, biz nəyi izləyiriksə, qarşımıza da o çıxır. Bugün tərbiyəsiz bir şeylərə baxırsınızsa, o da sizin qarşınıza çıxar. Bugün siz iş haqqında ancaq axtarırsınızsa, baxırsınızsa, iş haqqında sizin qarşınıza çıxacaq. Bugün siz məhsul axtarırsınızsa, bilin ki, məhsul haqqında qarşınıza çıxacaq. Bugün siz maşın axtarırsınızsa, bilin ki, maşın çıxacaq sizin qarşınıza. Yəni, sosial media sizin nəyə baxdığınızı qarşınıza çıxardır. Yəni, beyniniz nədirsə, onu da izləyirsiniz. Sizə nə sosial mediadan, nə ya başqa bir yerlərdən, həyatınız necədirsə, sosial mediada odur. Yəni, bunu ağlınızda saxlayın. Rəfiqələriniz, seçdiyiniz rəfiqələr necədirsə, seçdiyiniz, oturub durduğunuz ortamlar necədirsə, sosial medianı da elə düşünün. Kimsə kiməsə artıq əksik heç nə deyə bilməz. Zaten orada mesajınız da gələndə qəbul et göstərir, etmə göstərir. Onları istəsəniz qəbul edin, istəməsəniz qəbul etməyin. Yəni, sizə xoş olan nədirsə, onu edin. Burada desəniz ki, Zümrüd xanım, mən bunlarda edə bilmirəm, mənə bu barədə köməklik edin. Mən yenə də burada sizə köməklik edəcəm. Hər birinizin səhifəsinin yığılmasında, paylaşımlarında. Zümrüd xanım, mən istəyirəm ki, professional şəkildə təlimlər alım və bütün hər bir şeyi özüm edim, video çəkilişlərimi özüm edim, proqramlarımdan özüm istifadə edim, bunların hamısını özüm edim. Bunlarda da sizə köməklik edəcəm. Zaten ofisimizdə bilirsiniz ki, həftənin 2 günü təlimlərə ayırmışam mən.
İstəyən əlaqə saxlayıb həmin təlimlərdə iştirak edə bilər ki, həmin o təlimlərdə həmin video çəkilişlər, həmin görsəllərin hazırlanması, ümumiyyətlə səhifələrin yığılması, bunlar haqqında da məlumatları ola bilər. Bundan başqa, gələk bura. TikTok hesabınızda nəyə diqqət eləyin? Paylaşım edirsiniz. Paylaşımlarınızda deyək ki, baxırsınız ki, o paylaşımınız tutmadı. Hardasa belə 20 baxış olursa, həmin səhifənizə daxil olursunuz. Əslində bunu paylaşa bilsəydim, TikTok hesabına keçib, oradan sizə daha yaxşı göstərə bilərdim. Burada TikTok yoxdur deyə buradan eləyə bilmirəm. Deməli, daxil olursunuz o TikTok səhifənizə. Aşağıda 3 nöqtəsi var. Həmin o 3 nöqtəni vurursunuz, az baxış sayı yığar. Onu gizlə, sadəcə siz. Yəni ya sadəcə siz yazırsınız, ya da ki, yalnızca siz özünüz izləyin. Həmin o paylaşımı bağlayırsınız, o da gəlir düşür bu kilit yerinə. Həmin şəkili və ya videonu başqa musiqi ilə təkrar paylaşırsınız. Ta ki o kəşfədə düşənə qədər. Bunlar sizin səhifənizin daha da aktiv olması, daha da yaxşı olması. Bir də səhifənizdə ən yaxşı paylaşımları sabitləyin yuxarıda. Sabitləyin ki, qoyun insanlar görsün. Özünüzü paylaşanda, məhsulu paylaşanda, şirkət haqqında məhsullar paylaşanda, bəzən də qrup içərisində olan söhbətləri də, hansı ki o komandanı hərəkətə keçirəcək, hansı ki o komandada o cümlələr daha çox ətrafınızda diqqət cəlb edəcək. Həmin o söhbətləri ekran görüntüsü alın, video şəklində düzəldib həm TikTokda paylaşın, həm də statusunuzda paylaşın. İndi də təzə bir şey çıxıbdır ki, TikTokdur, Instagramdır, WhatsAppdır, Facebookdur. Bunların hamısını bir-birinə bağlamaq olur. Bir yerdə paylaşdığınız video bütün hər proqramda paylaşılır. Yəni bunların da belə ofisimizdə istəsəniz göstərərəm ki, necə edəsiniz. Bir yerdə paylaşırsınız, bütün hər yerə paylaşımınız gedir və rahatlıqla da özünüzə vaxt ayırırsınız ki, artıq mən həm TikToka, həm Instagrama, həm WhatsAppa daxil olub bunların hamısını paylaşmayayım. Belə. Əlavə sualları olan varsa, suallarını versin, təkrar mən cavablandırım. Zümrüd xanım, bəlkə mən deyirəm, gələn dəfə bir dənə də bunları uygulamalı yox göstərək, yəni canlı seminarda, siz ofisdə seminar keçir sizə, onlaynda elə bir şey eləmək olar. Onlayn necə, yəni onlayn? Başa düşmədim onu. Ofisdə yəni keçdiyiniz seminar yoxdur, tətbiqi deyilsə bir dənə də paylaşıram hər yerdə. Yəni onun nümunə olaraq bir dənə də başqa bir Onu seminar. gərək ofisdə mən elədiyim vaxtda gərək onu açam qoyam, elə eləyək. Bunu mən Ofisdə bağlayacağım. internet yaxşı, bilmirəm internet tutmaz. Mən Yəni zaten ona ehtiyacım yoxdur ki, mən özüm zaten internetim vardı, onda istifadə edirəm. Mən məsələn ofisin internetindən o qədər istifadə etmirəm. İnternet Yəni- olaraq özümdə olur deyə mən rahat qoşa bilərəm. notebookla eləyirsiniz, yoxsa nə eləyirsiniz, nə eləyirsiniz notebookla? Yox, Onda- onlayn şəkildə ofisdə eləmirəm. Ofisdə canlı edirəm, notebooku da açıb qoyaram, izləyərlər kimsə istəsə. Hə, onu eləmək olar. Siz dediyiniz Çünki mən proqram çəkilişləri, video çəkilişini mən onlayn şəkildə göstərməyim qeyri-mümkündür və onu da qarşı tərəf anlaya bilməz. Qarşı tərəfin anlaması üçün mən mütləq şəkildə onu canlı-canlı göstərməliyəm. Video çəkiliş elədir ki, əlindən tutursan, çəkir, bunu səhv çəkir, düz çəkir, əli titrəyir, biri yuxarı tutur, biri aşağı tutur. İndi ən azından burada qızlarımız var da, gəlib qoşulurlar, həmin o təlimlərdə iştirak edirlər. Onlar özü görür ki, onlara və neçə dərs sonra ancaq çətinliklə əlləri əsir, biri yuxarı tutur, biri aşağı tutur. Məsələn, Sevdə xanım burada var ki, özü bilir. O da çəkiliş üzrə çox yaxşı videolar çəkir. Özü bilə bilər ki, onu onlayn şəkildə öyrətmək qeyri-mümkündür. Sözdə nə qədər desək də onlayn şəkildə mümkün deyil bu. Dediyiniz o proqram hansı idi? Hər yerdə paylaşırsınız, hansından istifadə edirsiniz? Onlar da biraz şeydir, yəni riskli proqramlar. Başa düşmədim. O dediyiniz düyməni bassan hər yerdə paylaşır da, Instagramda, TikTokda. O proqramların bir-birinə bağlanılmasıdır. Hə, müəyyən proqramlar da var. Siz TikTokdan, Instagramdan Bunu Anladım. hansısa bir proqramistə aparsanız, düzdür, ucuz etməyəcəklər, amma proqramistlərə aparsanız siz, proqramistlər bunların hamısını bir-birinə bağlayırlar. İstəməsəniz Yox. ofisdə də yaxınlaşa bilərsiniz, bir-birinə bildim nə bağlayırlar. edirsiniz. Yəni o Instagramı şeyə bağlamaq deyirsiniz də, hə. Ay, sağ olun, bir-birinə bağlamaq. Yəni, ödənişli proqramlar da var, başqa şeydir. O da Siz var. dediyiniz ayrı bir şeydir, ödənişli Hə, o da- proqramlar. Hə, o da var, ödənişli proqramlar da var. Kiminlə Kiminsə sualı bağlı? var. Əslində bunu insanlar özləri yox, test elədikcə biləcəklər. Yəni ki,
Əlbəttə ki, Burada işlədikcə biləcəkdilər ki, bu olar yoxsa yox. mən süni intellektdə uzun müddət istifadə edirəm. Bir də süni intellektdə birində limit 3 dənə süni intellekt var. ChatGPT, Gemini, bir də Grokdur. Bunların birində limit dolanda keçirsiniz o birisinə. Yəni hansısa birində limit doldursa, siz keçirsiniz başqasına. Bir də süni intellektdə belə bir şey var. Süni intellekt hər şeyi düz demir. Mən ChatGPT-dən soruşmuşdum ki, məsəl üçün diatektin istifadə qaydasını soruşdum. Mənə dedi ki, yarım ölçək. Amma o düzgün deyil də. Nəyə görə düzgün deyil? Çünki mən sonra onu yönəltdim özüm sualımdan. Dedim ki, bu allergiyası ola bilər insanda. Dedim, daha məntiqli olması mı 3 milli qəbul etsin. O dedi ki, hə, sən ona düz deyirsən. Yəni bəzən də o suallar vericə ChatGPT-ni yönəltmək lazımdır. Deməli belə deyim Elvin bəy, siz gün ərzində ChatGPT-dən nə qədər istifadə edirsiniz ki, sizin o boyutda sualınızı deyirsiniz ki, limiti dolur. Yəni gün ərzində demək olar siz orada ancaq söhbət edirsiniz də, səhv başa düşmürəmsə. Yox, mən işimlə bağlı istifadə edirəm axı. Yəni orada limit də olur. Mən həm işlə Yox, bağlı istifadə limitin, elə onu deyirəm də, siz onda bütün suallarınızı oraya yazırsınız ki, o limit dolur. O limit dolmamalıdır. Məsələn, mən onu gün ərzində təsadüf hallarda nəyəsə ehtiyac olanda dönüş eləyirəmsə, nəyəsə ehtiyac olanda dönüş eləyəndə o niyə limiti dolsun ki? Bizim yəni gün ərzində bizim o qədər Salam, akşamınız xeyir olsun Zümrüt Axşamınız müdürüm. xeyir Esmirə xanım. Kolay gelsin. Ben yeni katıldım da geç oldu biraz. Olsun. Ama çok güzel seminer gelir. Maşallah emeğinize sağlık. Ama Elvin Bey de bu şeyde doğru söylüyor. Aslında doluyor. Bir 5 soru, 4 soru veren kimiz razı dolur. Ama dolsa da yani onu geçip yeni soru vermek olur. Yeni bir səhifə açıb oradan, əlbəttə o mesajı bağlayıb yeni bir mesaj Bəli, açırsan onu bəli. bilirsən. Çünki həmin söhbəti etdiyində davam edirsənsə, sənə birinci bilgilərdən ancaq məlumat verəcək. Qarışdıracaq. Həm o birinci yazdığı, ikinci yazdığı, üçüncü yazdığı nəzərə alaraq sənə cavab verir. Amma orada Elvin bəy belə göstərim sizə. Buradan görürsünüzsə, ümumiyyətlə mən görürsünüz rahat. Mən ChatGPT-ni çox istifadə eləmişəm. mən onu bilirəm. Baxın bir. Burada yuxarıda 3 xətt vardı. Geminidir məndə. Yuxarıdakı 3 xətti vurursunuz. Burada yeni söhbət göstərir. Yeni söhbəti vurun. Yeni söhbəti vurmusunuz. Köhnə söhbətlərinizdə zaten burada göstərir ki, nələrdən danışırsınız. Gemini'da şeydə olmur, limitdə olmur, amma ChatGPT-də olur. Siz Zaten Gemini telefonun öz yaddaşıdır. Ondan istifadə edə bilirsiniz. Gemini telefonun öz yaddaşı olduğuna görə. Bir sual Buyurun. verin. Elvin Bey deyir ki, diyatek haqqında dedim, yanlış cavab verdi. Diyateki biz cəm halda deyirik. Axı diyatekin tərkibində nə olacağını ChatGPT bilmir. Onları yazır. Yo, elə deməyin də siz yazanda elə bir şey yazmayın axı. Yazın ki, yazırsınızsa. Ersaq şirkətinin istehsal etdiyi diyatek haqqında mənə məlumat ver. Orada sizə yanlış məlumat verdikdə siz təkrar ona dönüş yazırsınız ki, axı bu verdiyiniz məlumatın içərisində bu cavab düzgün deyil, tam araşdıraq. O sizə təkrar onu araşdırır, təkrar məlumatını verir. Siz bir məlumatla qane olmayın orada. Ona görə deyirəm ki, oxuyun. Oxumamış heç bir məlumatı oradan kopyalayıb atmayın. Adi sosial mediada da kimsə səhifəsinin altında hansısa bir yorumu görürsünüzsə, yəni məhsul haqqında paylaşırsa, onu götürüb siz kopyalayıb elə qrup uzatmayın ki, birinci oxuyun. Bəlkə orada səhv məlumat verir. Sosial media bizim komandamız baxın. Biz 2018-ci ilin son ayları idi ki, biz artıq dekabr ayı idi da 2018-ci ildə. Biz qatıldıq bu şirkətə. Qatılanda bu şirkətə bizim ətrafımızda olan insanların, Enrihan, səsiniz açıqdır, nəsə demək istəyirsiniz? Üzr istəyirəm, yox. Yaxşı. Deməli, biz qatılan vaxtı bizim qurduğumuz komanda ancaq sosial mediada. Məsələn, mənim nə qohumum, nə bacım, nə qardaşım, nə anam, nə atam, nə filan kəsim, nə behman kəsim qatılmırdı. Heç özüm də demirdim. Niyə demirdim? Bilmirdim ki, yəni o boyutda geniş məlumata da sahib deyildim ki, birinci oradan başlayasan. Yəni bu tərəfdən biraz o deyir, bilgisiz idim. Həm də ümumiyyətlə mən digər bir şəbəkədən gəldiyimə görə orada biz daimi Instagramda, TikTok yox idi, Instagramda paylaşım etdiyimizə görə mən düşünürdüm ki, hamısı sosial mediadan gələn olmalıdır. Mən başladı sosial mediaya yeni bir səhifə açdı, həmin səhifəm düzdür, bağlandı, getdi.
Yeni bir səhifə açdıq. Orada başladıq məhsullar haqqında, şirkət haqqında məlumat verməyə. Hansı ki biz əvvəl şirkətdə çalışırdıq, həmin o şirkətin adını biz çəkə bilmirdik. Bu şirkətin adını rahatlıqla çəkirdik. Bu şirkətin məhsulları haqqında məlumat verirdik. Orada da bizə gəlib gülən də var idi, bizə gəlib neqativ cavab verən də var idi. Bizə gəlib sualımızı ümumiyyətlə bütün məlumatları alıb gedib başqasına qoşulan da var idi. Yəni bunlar bütün iş sistemlərində vardı və o vaxt da var idi, indi də vardı. Hələ o zaman belə bir şey yox idi da ki, üz-üzə gəlirik, ayıbdır, eləməyim. İndi isə bunlara daha çox diqqət edilir. O zaman gəlirdi, bütün məlumatları alırdı, getdi bacıma, filan kəsimə, behman kəsimə qoşuldu, eləyirdi. Və sonradan da ortalığa çıxanda biraz qırış, qırğın söhbət olurdu, düzdür. Amma yenə də nə etmək olar? İnsanın qərarıdır bu. Bu onun şəxsi qərarıdır. Biz də hörmətlə yanaşıb orada da qalmağını qəbul edirdik. Demək istədiyim nədir? Biz də orada gəlib, məsələn, mən deyirəm özümdən. Mən neçə insana məlumat verdim ki, burada bronz liderlik var, burada özüm hələ bronz deyildim, heç lider də deyildim. Burada müdürlük deyirlər var, falan şey var. Deyirdi, hə, get müdür olanda gələrsən, deyərsən, onda qeydiyyatdan keçirir. Yəni bu cavabları belə biz onda da alırdıq. İndi də alasınız. İndi isə insanlarda müasirlik başlayıbdı. Sosial media üzərində çalışmalara, yəni pis baxmırlar. Əksinə daha yaxşı baxırlar. O zaman yəni 5 nəfər işləyəndə 10 nəfər işləmirdi. Biri yaxşı baxanda 5-i pis baxırdı bu işlərə. İndi isə hər kəs buna normal qəbul eləyib. Firmaların sayı çoxalıb. Firmaların sayı çoxaldıqca da düzgün şirkət tapmağa çətinlik çəkirlər. Və düzgün şirkəti də tapdıqda oradan çıxmaq istəmirlər. Bugünkü gündə elə bilirsiniz bizə məlumat verən yoxdur ki, falan şirkət gəldi, gəl sən də ora. Elə bilirsiniz bizə yazan yoxdur ki, ay falan kəs bu şirkətdə qazanc çoxdur. Deyən yoxdur. Hamıda var. Hamıya yazılır. Mənim kimi bilirəm sizlərə də yazılır. Sadəcə biz ən azından bir məlumat axtaranda, biz bir necə deyim, şirkəti axtaranda o şirkətin geniş məlumatına sahib olmalıyıq. Necə ki indi çalışırsınız. Bu şirkətin məlumatları haqqında geniş bilgiyə sahib olmalıyıq ki, qarşımızdakı insana da cavab verək. Mən bacım dedi, gəldim qoşuldum, falan kəsim dedi, qoşuldum yox. Qoşuldunuz, lap yaxşı, araşdırın, axtarın. Şirkət haqqında artıq geniş bu ChatGPT olsun, Gemini olsun, Google olsun, falan kəs olsun, Chrome olsun, geniş bilgiyə sahibdir. Sosial mediada indi kimə yazın ki, Ersaq haqqında məlumat verə bilərsiniz. Hər kəs bir nəfər kimi sizə məlumat verəcək. Siz desəniz də belə mən filan kəsin komandasındayım. Sadəcə mən bu iş haqqında məlumatım yoxdur. Sizə yenə də orada məlumat verəcək. Mənim yadımdadır ki, deməli Nəzakət xanım var, bizim aramızda tanıyırsınız. Könül xanımın ekibində. O vaxt Nəzakət xanımı mən Instagramda tanımışdım. Mənə yazdı ki, Zümrüd xanım, mən bu iş haqqında məlumatım yoxdur. Düzdür, qeydiyyatdan keçmişəm, amma bilmirəm necə işləyirlər, nə edirlər. Siz də izləyirəm. Biz Nəzakət xanıma gözəl məlumat da verdik. Nəzakət xanıma nə lazımdır öyrətdik də. Nəzakət xanım gəldi, lider oldu da, komandasından lider çıxdı. Sonra sponsoru mənə yazdı ki, Zümrüd xanım, mən bilmirdim, siz Nəzakət xanıma məlumat vermisiniz. Sonra Nəzakət xanım bizim qızlarımızla da tanış oldu, liderlərimlə də tanış oldu. Onlardan da əlavə bilgilər aldı. Biz nə etdik? Düzgün məlumat verdik. Bugünkü gün işləyirsə, qazanırsa nə gözəl. Bir faydamız olubsa nə gözəl. Yəni artıq sizin komandalarınız kimsə kiminlədən məlumat aldı, filan kəs apardı, behman kəs apardı deyil. Əksinə Azərbaycanda artıq bir birlik yaranıbdır. Bu birlik içərisində də hamının əlindən tutur. Heç kim heç kimi heç yerə apara bilməz. Hər kəs sizin komandanızdadır. Bilmədiyiniz nə varsa üz tutun. Bugün Azərbaycanda görün nə qədər müdür var? 9 dənə müdür var. 9 müdürün hamısı da can atır ki, sizlərə nələrsə öyrətsin. 9 müdürün hamısı bu dəqiqə can atır ki, sizlər irəli gedə biləsiniz. Nələrsə öyrədirlər ki, nəsə irəli gedə biləsiniz, çalışasınız, daha yaxşısını edəsiniz. Ona görə də ki, siz utanmayın, çəkinməyin, kənarda durmayın ki, mən gedim filan kəsdən soruşum, o mənim nəyimdir, İlhami xanım mənim nəyimdir, Zümrüd xanım mənim nəyimdir. Elə etməyin. Nə lazımdırsa biz hər zaman buradayıq. Biz sizə dəstək olmaqda da, komandanızın irəli getməsində də, daha yaxşı qazancları əldə etməyinizdə də biz hər zaman sizin yanınızdayıq. Ümumiyyətlə nə öyrənmək istəsəniz yaxınlaşıb soruşa bilərsiniz, yazıb soruşa bilərsiniz hər birimizdən. Əlavə sualları olan varsa yazsın, suallarını Axşamınız xeyir, Zümrüd xanım. Axşamınız xeyir, Səbinə xanım. Mənim də sizə, mən də yəni bu şeyə qoşulmaq istərdim, mən bilmirdim. Əslində mən sosial şəbəkələrdə yoxam, mən bacarmıram bunu. Deyim ki, yoxumluq var, sadəcə oğlum açıb, mən də elə belə izləyirəm.
Amma mənim yoxdur, nə Facebook var, nə xüsusi də, nə TikTok var xüsusi, nə heç birisi yoxumdur, bir WhatsApp var. Amma istəyirəm artıq mən də o sosial şəbəkələri yaradım və ersaqla bağlı mən də paylaşım. Bunu öyrənməm Əla, lazımdır. Sizin o şeylərə mən də qatıla əlbəttə. bilərəmmi? Əlbəttə, baxın, hər biriniz qatıla bilərsiniz. Səbinə xanım, Yəni ofisdə keçirilən o əlbəttə dediyiniz ki, öyrədirsiniz. Onlara mən də qatılsam, yəni mən düşünürəm ki, o qədər də çox gəlmək uzaqbaşı 2-3 dəfə bəs eləyir məncə. Çünki zaten biraz 2-3 başa dəfə çıxar. bəs eləyir. Tam dərinliyinə girmək istəyirsinizsə, tam geniş məlumat almaq istəyirsinizsə, əlavə qatılsanız zərəri yoxdur. Daha çox Yox, gəlsiniz, əlbəttə daha çox. yoxdur. Nə qədər çox öyrənsək, o qədər yaxşıdır. Bir dənə də şey soruşum. Məsəl üçün, Buyurun. mən onları yaratdım, gəldim, siz mənə kömək elədiniz, mən onları yaratdım. Hər halda sizin şəxsi səhifələrinizdəki şəxsi şəkillərinizi deyil də, ersaqla bağlı paylaşımlarınız, videolarınız, onları götürüb yeni səhifə açsam paylaşa bilərəmmi? Buna ixtiyarım Əlbəttə ki, varmı? biz zaten bunları qruplarda paylaşırıq. Biz özümüz nə istəyiriksə, şəxsi olmayan nədirsə, hamısını paylaşılmasını istəyiriksə, bütün qruplarda paylaşırıq. Oradan da götürüb paylaşa bilərsiniz. Amma siz professional şəkildə öyrənsəniz, yeri gəldikdə heç mənim paylaşımımı bəyənməyəsiniz ki, niyə də mən özüm onun daha da yaxşısını hazırlayıb İnşallah paylaşıram. onda bayramdan sonra hər halda ayın 5-indəki ofis açılacaq. 5-dən sonra yenidən siz davam eləyəcəksiniz də dərslərə. Əlbəttə ki, Oldu. dərslərimiz daimi davam edər. İnşallah. Həftə neçə gün idi Zümrüd xanım? Həftənin əslində 2 günüdür, amma baxır qrup şəklində 5-5 qrup yığıram. 5-5 qruplarla daha yaxşı nəticələr almaq olur. Çox olanda onların hamısına çatdırıb bir-bir onlara çəkilişi, proqramları öyrədə bilmirəm. Amma 5-5 olanda daha yaxşı. Məsələn, Zümrüd 2-3 xanım, nəfər var. 5-5 indi mən hansı günə düşürəm onda? Tutaq ki 5-5-ə düşdüm. İndi onu danışarıq, gələr siz ofisdə danışarıq, baxarıq hansı komanda ilə əlavə olunursunuz, onunla işləyirik. Bir də bu ödənişli olur sizin bu təliminiz yoxsa? Bunlar barədə danışarıq inşallah. Tamam, yaxşı. Oldu. Oldu. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, siz sağ olun. Əlavə olaraq xanımlar, baxın, nə sualınız vardı? Şirkət haqqında mı, məhsul haqqında mı, biznes plan haqqında mı? Nələr istəsəniz suallarınızı verə bilərsiniz. Sosial media bizim bir növ artıq görünən simamızdır, üzümüzdür. Bizi tanıyan insanlar ilk öncə girir sosial mediamıza baxır. Nə paylaşım eləyib orada? Məhsul haqqında mı paylaşım eləyib, özüm mü paylaşıb? Biri var, mən tutam ancaq ekrana sifətimi qoyam, axşama kimi ekranda özümə baxam, musiqilər qoyam üstünə paylaşam. Və səhifəmə də daxil olub görən deyəcək, bu nədir paylaşır? Yəni bu nədir? Yəni nə etmək istəyir bu? Yəni bir maraqlı gələcək ona. Bu adam nə etmək istəyir? Nə paylaşır bu? Bu adam heç sizə yazmayacaq da, heç soruşmayacaq da. Sizə bilirsiz kimlər yazacaq? Orada qohumlarınız, tanıdıqlarınız ki, ay nə gözəl, maşallah çox gözəl görünürsüz orada. Çox qəşəng olmusan, necə dəyişilmisən? Bu kimi cümlələr istifadə edəcək. Amma siz istəyirsiniz ki, sizə sosial mediadan yazıb iş haqqında məlumat alsınlar. Bu zaman siz paylaşımlarınızı elə etməlisiniz ki, artıq bir məhsulu aldınız əlinizə məhsulunuzu, qoyun yanınıza, heç əlinizdə tutmayın. Məhsul haqqında danışın, video çəkin. Özünüz belə olmasanız, məhsulu tutun üstünə elə çəkilişlər edin ki, məhsul üstündə səsləndirmə aparın. Məhsulun üstünə heç musiqi də verib qoymam. Məhsulun üstünə musiqini qoydum, adam gəldi, getdi ekrana, nə oldu, nədir bu? Bir adam C vitaminini tanıyanda 5 tanımır. Yəni günümüzdə mən özümdən danışsam, mən ersağa gəlməyənə qədər mən citanın nə olduğunu bilmirdim. Mən organikin tam geniş haqqında məlumatım yox idi. Mən ümumiyyətlə, yəni omeqanın dərinliyini bilmirdim. Elə eşitmişdim omeqadır. İçini araşdırmırdım nə olan şeydir. Yəni biz bu işin içindəyik deyə biz bilirik, elə bilirik, hamı bilir. Bu insanlar sizin səhifənizə baxanda, ən azından bir videoya baxanda bilməlidir ki, bu nədir? Bu hansı məhsuldur? Bu nəyə xeyirdir? Yəni bunu bilməlidir ki, gəlsin sənə də müraciət eləsin, alsın. Omega 3-ün mən videosunu hazırlayanda mən paylaşdım sosial mediamda. Siz inanın ki, mənə 300-dən çox mesaj gəldi ki, şəxsimə, omega əlinizdə varmı? Bu dəqiqə satışda varmı? Mənim orada hal-hazırda bilirsiniz ki, üzv alışı qiyməti ilə satanlarımız çoxdur, sağ olsunlar. Ona görə də ki, mən orada məhsulun satış qiymətini hər kəsə dedim. Çünki gedəcək ofisə, ofisdə bir başqasını da görəcəkdir, onda qohumunu da görəcək. Nə bilim, mən satış qiyməti ilə dediyimə görə də mənim ətrafımda olan həmin o paylaşdığım insanların hamısı bu öz qiyməti ilə satan insanlara çox böyük bir fayda elədim. Faydasını gördülər ki, yaxşı da satış elədilər. Məhsulu indi siz satırsınızsa ayrı şey. Məhsulun haqqında yaxşı paylaşımlar edin ki, insanlar sizə müraciət edə bilsin. Bugün biz sosial mediadan çox yaxşı qeydiyyatlar etdik. Məsələn, mən keçən ay
2 nəfər qeydiyyat etmişdim. Bu ay isə 5 nəfər qeydiyyat etmişəm. Hardan gəlib bu insanlar? Hamısı düzgün paylaşımlardan. Məhsul haqqında məlumat paylaşıram, biznes plan haqqında məlumat paylaşıram. Paylaşdığım məlumatlarda özüm də yer alıram və ya özüm yer almasam slayd şəklində hansısa bir şəkilləri düzəldirəm, üst-üstə qoyuram, səsləndirirəm. Orada tək öz səsim yox, fikir verirsiniz, videolarda Sevinç xanımın da səsi var, İlker xanımın da səsi var, digər liderlərimizin də səsi var. Yəni səsini gözəl gördüyüm insan bu gün Afaq xanıma məsələn ofisdə dedim ki, Afaq sənin səsi istifadə edə bilərik. Hansısa bir məhsulumuzu çəkirik, səsləndirmə olaraq Afaq xanımın səsini verək. Yəni səsləndirmə olanda, səsləndirəndə insanların da diqqətini çəkir. Çəkdiyimiz videolarında bizim 18 saniyədən çox olmasın. Olsa da belə 30 saniyəlik olsun. Çünki çox uzun videolarda insanlar baxmır, yorulur. Beynimiz onun 1 dəqiqəsini alır. Sonra da ikinci, üçüncü dəqiqədə beyin yorulur. Baxın, indi deyək ki, mən burada danışıram. 2 saatdır mən danışıram, düzdürmü burada? Sizin beyniniz harda qaldı? Mənim əvvəl göstərdiyim o slaydda. 30 saniyəlik slaydda siz nə öyrəndinizsə orada öyrəndiniz. Sosial mediada elədir. Fikir verin, biz uzun heç nəyə baxa bilmirik. Uzun biri səs atır, o səsi belə dinləyə bilmirik. Çünki beynimiz yorulur. Kiminsə o rahat beyni var, sakit beyni var, oturub ona dinləyəcək, saatlarla da qulaq asır. Amma şəxsən mən özüm kiminsə videosunu, kiminsə şəklini, kiminsə videosunu mən 1 dəqiqədən o yana keçdim, mən o hövsələm çatmış ki, oturum onu izləyim. Eyni şəkildə də siz eləsiniz. Qarşınızda olan sosial mediada insanları düşünün, düşündüyünüzə görə paylaşımlar da edin. Günlər xanım əlini qaldırıb, zəhmət olmasa desin görək nə deyir? Səsini açsın. Ay qızlar, səsiniz açıq deyil. Günlər xanım səsinizi açın, zəhmət olmasa əl qaldırmışsınız. Səsiniz bağlıdır. Kimin nə sualı var ümumiyyətlə sosial media haqqında? Instagram, TikTok, Facebook. İstəyirsiniz səsləri açın. Kim istəyirsə o həmin adamın səsini açın, sual verin. Ola bilsin aça bilmirlər. Mən istəyirsiniz hamısını açın. Burada hamısını açmaq üçün hansını vurmalıyım Elvin bəy? Allah olsun Zümrüt müdürüm. O kadar güzel geniş məlumat verdiniz ki vallahi fikirləşirəm bir sualı yer koymadınız artık. Orada unmute ol yazılıb, unmute ol, onu basın. Unmute ol yazılıb, onu Zümrüt basın. müdürüm bir xəstəlik haqqında sizdən soruşsam olar? Nə haqqında? Elə ki bir problemli uşaqdır xəstəlik haqqında. Mən əslində sözün düzü o qədər şey yoxdur, amma yenə də sualınızı verin, cavablandırım. Bəlkə elə bildiyim bir şeydir. 7 yaşında bir uşaqdır, oğlan uşağıdır. Valideyni mənə müraciət eləyibdi. Üzr istəyirəm, yerinə sidik qaçırtması var. Elə Yəni hər inansız vaxt 7 yaşında valideyn müraciət edib deyəndə bildim ki, onu deyəsiniz. hə, yəni ona nə hansı qida əlavələrimiz daha yaxşı kömək eləyər? Uşaqların belə deyim sizə, beyninə siqnal çatmayanda ona görə yerinə qaçırtması olur və ya irsi nəsillikcə gələn bir şey də var. Mən dayım məsələn, xalam oğlu yerinə batırırdı və bu da gəldi mənə qismət oldu kimi bir düşüncələr yaranır. Deməli belə edirik biz. İlk öncə o uşağın beyninin siqnal getməsi üçün omega 3-ü verirsiniz. Beyninin, necə deyim, burada məndən bilgili xanımlar da var qida üzərində, amma mən bildiklərimi deyirəm. Omega 3 verirsiniz. Sarı kantaronu 7 yaşı var da, azdır yaşı. Onu bölürsünüz. Ya sarı kantaron olsun, ya lavanta olsun, fərq yoxdur, hansı olur olsun. Bunlardan 2də birini və ya birini 2 yerə bölüb belə də verə bilərsiniz ki, qəbul etsin. Bundan əlavə də ki, uşağa çalışın gün ərzində beyninə salsın onu ki, getsin, gəlsin, desin, danlamasın. Danlayanda uşaq elə bir psixoloji olaraq da uşaq istər-istəməz qorxur, qorxudan da yerinə qaçırda bilir. Biri var deyir, mən bilirəm sən bu axşam durasan, mən bilirəm ki, sən batırasan, batırsa da belə yerini, yəni altına sidiyə qaçırsa da belə, o ona desin ki, bu gün oldu, eybi yox, sabahı gündə bu düzələcək. Həm qida olaraq verib beynindəki o siqnal gedən bir şey, həm də onu da deyim ki, sidik hissəsi qalın olan uşaqlar, sidik hissəsi qalındısa, beyinə siqnal çətin gedir.
Bunların da o sidikliyinin nazik olması üçün, sidik hissəsinin nazikləşməsi üçün sarı kontora mən düşünürəm ki, yenə də bilgisi olan varsa desin, onu normallaşdırır, yəni normal səviyyəyə gətirib çatdırır. Həm psixoloji cəhətdən uşağa bir o travma verməsin, həm ələ alsın, həm də qida əlavələrini verərək daha yaxşı nəticə ala bilər. Çok sağ olun müdürüm. Allah köməyiniz olsun. Ha, olun. biraz elə valideyindir də. Yəni elə bir şeylər olanda deyilir. Yekə oğlansan, yekə uşaqsan, amma hər vaxt olmur. Həftədə bir dəfə, 3 gündən, 5 gündən bir deyirlər də belə. Bax, bu psixoloji olaraq da artıq. Yəni bunun beyin siqnalı ilə deyil, bu psixoloji olaraq. Uşağa onu travma verirsə, yəni onu gedib gəlib deyirsə ki, sən batırdın, ayıb olsun sənə, bir yekəkdə oğlansan sən, utanmırsanmı, mən sənə nə qədər yer təmizləyim, belə bir şeylər dedikdə, istərseniz uşaq qorxur. Gecə yatanda belə o qorxur ki, ayla yerimə batıracam kimi düşüncəsi yaranır və durur ki, nədə yerinə həqiqətən sidik qaçırtması olurdu. Bunlar deyil də gözəl belə sözlərlə, gözəl cümlələrlə uşağı ələ almalıdır, uşağı başa salmalıdır. Bu belə psixoloji olaraq uşağa yaxşı nəticə versə heç qidaya da ehtiyac qalmır. Yəni bir sözlə şuuraltı uşağın beyninə salmalıdır ki, belə deyim də, yəni olan işdə bir zaman düzələcək deyib. Yəni 7 anladım. yaşında belə baxanda düz deyildi. 3 yaşından sonra o qədər sidiyə getməməlidir. Amma indi uşaq da eləsi var 10 yaşına da çatır. Əslində o beynimizdə uzunsov beyin deyilən bir orqanımız var. O sidiklə bağlı ümumiyyətcə yəni o işlərə o uzunsov beyin baxır, belə deyim də. O da 2 yaşında fəaliyyətə başlayır. Uşaq 2 yaşında olanda artıq uzunsov beyin beynindən belə deyim də, yəni fəaliyyətinə başlayır deyin. Uşaq 2 yaşından sonra o işləmləri eləməməlidir. Amma indi bəzi hallarda da olur da elə şeylər. Omega dediniz, bir də sarı kantaron. Sarı kantaron, hə. Bir də onu deyim ki, Sarı Ceyhunə xanım Buyurun. daha bilgilidir burada. Ceyhunə xanım, zəhmət olmasa səsinizi açın, mənim liderim. O çox yaxşı bilgilərə sahib deyil. Onlar da səsini açıb desinlər qida üzərində. Axşamınız xeyir Zümrüt xanım. Axşamın xeyir olsun, liderim. Zümrüt xanım, demək ondan nəticə almamışam deyə səsim çıxmır. Amma tövsiyə üçün nəyi tövsiyə edərsən? Mən də elə onları görmüşəm. Ən çox sarı kantaronu görmüşəm. Bir də balıq yağı tövsiyə edirlər inşallah. Onları görmüşəm. Axşamınız xeyir olsun xanımlar. Mən öz bildiklərimi deyim. Ona əslində bizdə yoxdur, amma olsaydı, kəşke olsaydı ginkgo biloba yaxşıdır. Ginkgo biloba omega 3, sarı kantaron. Ondan sonra bir də o uşağa tamamilə psixoloji rahatlıq vermək lazımdır. Yəni evdə uşağı ana çox danlayır. Niyə onu elədin, niyə bunu elədin? Uşağı bezdirir hər mövzu. Təkcə yerini islatmaq mövzusunda deyil. Uşaq evdə ya atası döyür, ya anası döyür. Psixoloji olaraq rahat olmadığına görə, əsəbləri yerində olmadığına görə o uşaq rahat ola bilmir. Amma ana uşağa rahatlıq versə ki, narahat olma. Sən nə edirsənsə et, mən sənin arxandayam. Mən sənin ananam. Mən səni çox istəyirəm. Uşaq onda tam rahat olmalıdır. Yəni uşağın beyni psixoloji olaraq rahat ortamda olanda, əsəbləri də sakit olanda, həm qida əlavəsini verəndə, həm də bunları eləyəndə o uşaq yavaş-yavaş bir də müəyyən bir yaş dövrü var. Mənim də oğlumda olubdu. Ona görə mən bilirəm. Bir də evdən mən nədən ən çox nəticə aldım? Evdəki kimyəvi təmizlik vasitələrini çıxartmaq lazımdır. Çünki mən Elsağda işləməyə başlayandan sonra evimdə hər şey kimyasal falan hamısı dəyişdi deyənə. Ondan sonra mənim oğlum düzəldi. Mənim oğlumda da vardı o problem. Yəni bunlar da hamısı rol oynayır, şərtdir. Bunları eləsin, uşaq düzələcək. Bir də ən önəmlisi, qida əlavəsinin öz yerində ən önəmlisi psixoloji rahat olmalıdır. Tam psixoloji rahat olmalıdır bu uşaq. Tam rahat olmalıdır. Yəni narahat olmamalıdır ki, birdən mən bunu elərəm, anam məni döyər. Uşaq bilməlidir ki, mən bu səhvi elədim, düzdür, bu qabı sındırdım. Anama bu yaxşı iş görmədim, amma anam mənə yenə də buna görə bir söz deməz. Məsələn, ana onda deməlidir ki, oğlum biraz ehtiyatlı ol da, olmaz axı belə. Eybi yox, canın sağ olsun. Sındırdın da, sənin canından artıq deyil ki, ondan da yaxşısını alarıq, təzəsini alarıq. Amma kaş ki bunu eləməsəydin. Məsələn, onda uşaq görür ki, hə, anam düzdür, mən düz iş görməmişəm, bu şeyi eləmişəm. Amma
Anam məni döymədi buna görə. Anam mənə hirslənmədi. Onda beyin tam rahat olur, uşaq rahat olur. Özünü yaxşı, rahat hiss edir də, yəni ailədə. Amma qorxanda ki, mən bu səhv hərəkəti eləmişəm, mən televizoru sındırmışam, anam məni mütləq döyəcək, atam məni mütləq döyəcək. Onda uşaq daima gərginlikdə olur. Bunlar hamısı ona təsir edir. Sağalmağını gecikdirir, mane olur. Uşaq mandrajda olur da elə bil. Yəni bilirsiniz necədir? Əvvəl indi bizə baxmayın. Bizim dövrümüzdə bir şulov eləyəndə, nə isə eləyəndə qapazı anamız başımıza qoyurdu, tapışkanı təpəmizə çırpırdı. Nə bilim biz o uşaqlar o elə böyümüşük də. Bizlə indiki uşaqları bir tutmayın. İndi yeniyetmə dövrünə çatanda, 14 yaşına çatanda, məsələn, öz oğlumdan belə götürürəm. Bir sözü deyəndə ikincidə ehtiyat edirəm ki, baxıram ki, təsir eləyir əsəblə. O vaxt elə şey yox idi. Nə 14 yaşı çatmaq. Bir-iki kəlmə dedi, üçüncünün dili qaytaranda ağzının üstünə qoymalı idi. Yəni ən azından özü də çıxmasaydı ananı, axşam ata gələndə atan da elə öyrədib götürürdü üstümüzə. Yəni bir qəşəng belə çırpılırdın, sakitcə oturdun. İkinci dəfə səsi çıxarda bilirdinmi? Yəni biz elə böyümüşük. Amma indiki uşaqları o vaxtçılarla bir tutmayın. İndikilər çox həssasdır. Bu yeməkdənmi, içməkdənmi, havadanmı, nədənmi bilmirik. Amma indiki uşaqlarla o vaxtçı uşaqları bir tutmaq olmaz. Bunların travma yaradır hər bir şeyi. Biz özümüz də uşaq vaxtından axı o şeylərlə böyümüşük. Bizi döyüblər, bizi həmişə uşaq vaxtı, yəni belə olub, bizdə belə olub da, biz belə bir uşaqlıq keçirmişik yəni. Biz özümüz belə gördüyümüzə görə uşaqlarımızda da istər-istəməz onu tətbiq eləmişik. İstər-istəməz eləmişik. İstəsək də, istəməsək də bizdən özümüzdən asılı olmayaraq eləmişik. Amma mən müəyyən bir vaxtdan sonra başa düşdüm ki, uşaqlarım yavaş-yavaş böyüyəndən sonra başa düşdüm ki, bunları eləmək düzgün deyil. Adicə, məsələn, mən öz oğlumda gördüm ki, mən o qədər oğlumu sıxmışdım ki, uşağım çöldə özünü müdafiə eləyə bilmirdi. Mən o şeyləri də görəndən sonra, ondan sonra yavaş-yavaş mən özümü polunu yığışdırdım. İndi nə olsa da, nə olur da olsun, mən uşaqlarımı demək olar ki, danlamıram. Danlamıram da, yəni artıq yekəliblər, döymək heç elə, yəni bu yaşda zaten döyüləsi yaşda deyirlər. Amma indi danlamıram da, başa salmağa çalışıram. Uşaq onda rahat olur da, yəni psixoloji olaraq rahat olur ki, yəni nə olursa olsun, mənim anam, atam mənim arxamdadır. Bax belə. Deməli, bir şeylə nəzərinizə çatdırım sosial mediada. Sosial mediada sizə mesaj göndərirlər. Çoxunuz bilmirsiniz. Deməli, səhifənizə daxil olursunuz, Instagram hesabınıza. Burada göstərirəm. Direkt dediyimiz, şəxsi mesaj bölümü dediyimiz bir yer var ki, həmin o bölümdə, belə göstərim sizə, bölümdə. Baxın, burada göstərir ki, istəklər. İstəkləri vurursunuz, sizə kimlər mesaj göndəribsə tümünü gör, vurursunuz, üzr istəyirəm, burada göstərir sizə mesajlar. Onları qəbul edib etməyəcəyiniz yenə sizdən asılıdır. Mesaj bölümündə bu yuxarıda gördüyünüz əlavə olaraq, belə göstərim sizə kompüterdə, göstərə bilsəm. Bir də yuxarıda olaraq əlavə mətn bu hissəsində. İstədiyiniz bir cümləni yaza bilirsiniz ki, insanların diqqətini çəksin. Yəni, çox adam istifadə edir, çox adam istifadə etmir. Səhifənizdə, məsələn, şəkillərin o qədər də aktiv olmadığını görürsünüz. Yəni, paylaşımları o qədər bəyənilmədiyini. Amma storyenizdə görürsünüz ki, yaxşı da belə bəyəni var, yaxşı da belə paylaşım var, yaxşı da belə, necə deyim, baxış sayı vardı. Bir də hara getdiniz, çəkin oranı. Nə etdiniz komandanız üçün? Bu gün komandanızla nə görüş etdiniz? 2 kəlmə telefonda danışdınız, ekran görüntüsü alın, paylaşın onu. Ətrafınızda görəcəkdirlər ki, siz artıq komanda ilə işləyirsiniz. Sizə əlaqəsi olmayan bir insan belə götürüb sizə yazacaq ki, mən də istəyirəm sizin qrupunuzda olun. Baxın, mən bu qədər paylaşıram. Mənim uşaqların hazırlıq müəlliməsi o gün mənə yazıb ki, Zümrüt xanım, mən elə istəyirəm sizin qrupunuza girəm, elə istəyirəm ki, o qrupun içərisində mən də olam, mənim vaxtım olmur hazırlıqdan. Amma mən məktəbdən gələn kimi birinci işim sizin statusunuza baxmaqdır ki, mən də o qrup içərisində özümü görmək istəyirəm. Mən də elə qrupum olsun, rayonlara gedirsiniz, mən də istəyirəm sizinlə bərabər elə rayonlara gedim. Olduğunuz yeri həmin an isti-isti çəkin, paylaşın. Ay bunu çəkdiniz, 3 gün sonra paylaşasınızsa maraqlı deyil o 3 gün sonra.
Maraqlı da gəlməyəcək heç o 3 gün sonra. Olduğunuz an paylaşın. Girdiyiniz yeri, gördüyünüz çəkin paylaşın. Girdiniz burada 3-5 nəfər adamla danışdınız. Telefon qoyun kənarda çəksin. 1-2 saniyə, uzağı 3-4 saniyəlik çəksin bəs sizdə. Çəkdi, paylaşın onu. 5-6 nəfər yığılmışsınız, qrup içərisində danışırsınız, telefonda da, yəni ki, qrup danışıq edirsiniz. Bunu çəkin, paylaşın, qrupunuza atın, göstərin. Bundan əlavə, komanda içərisində, günlük qrup içərisində gözəl mövzular, gözəl söhbətlər danışılırsa, ümumiyyətlə komandanızın çox gözəl dönüşləri vardırsa sizə, o qrup içərisində bildirir ki, mən bu məhsulu aldım, nəticə aldım, o məhsulu aldım, nəticə aldım. Bunları paylaşırsınız, bunların da ekran görüntüsünü alın, paylaşın. Gördüyünüz nə varsa paylaşın ki, ətrafınız da görsün ki, belə bir iş vardı, belə bir şirkət vardı. Bundan əlavə, siz komanda içərisində gün ərzində dönüşlər edin onlara. Onlarla danışın, şəxsi söhbətləriniz olsun. Qrup içərisində də deyil də şəxsi ümumiyyətlə. Qoyun insanlar bir komandanız özünü özəl hiss eləsin. Qoyun o insanlar, o komandanız özünü bir şəxsi olaraq sizinlə bir yaxın hiss eləsin. Dönüş etmədiyiniz şəxslər, danışmadığınız şəxslər, şəxsidə danışmadığınız. Deyəcək ki, mən bu komandada qalsam da nə fayda, qalmasam da nə fayda. Onsuz mən bu komanda içərisində qaldım da mən maraqlı deyiləm, qalmadım da maraqlı deyiləm. Məni axtaran yoxdur ki burada. Bir şəxslərinə dönün, mesaj yazın. Şərt o deyil ki, siz onlara iş haqqında dönüş edin. Heç olmasa gün ərzində və ya ay ərzində bir neçə dəfə dönüş edin ki, iş haqqında da hədəfinizi verəndə bir üzünüz gəlsin ki, yazasın. Da kampanyadan kampanyaya bir şəkili götürdüm, tulladım ona ki, kampanya başladı. Xeyirdir. Mən gün ərzində, ay ərzində heç dönüş etmirsən, maraqlı deyiləm sənin üçün. Sən kampanya vaxtı niyə mən? Demək ki, mən sənə yalnız sifariş vurandan vurana lazım oluram. Şəxsən bu mənim özümdə də belə ola bilər ki, mən özüm düşünürəm ki, bir insan yalnız kampanyadan kampanyaya mənə dönüş edirsə, mən niyə onunla çalışım ki, nəyimə lazımdır? Bu insan mənim şəxsim heç maraqlandırmırsa, bir də bunu unutmayın ki, biz şəxsi olaraq komanda başçısıyıqsa, hər biriniz, burada olan liderlərin hər biri, lider belə olmuş olmasa, alt ekip, hər biri bir komanda başçısıdır. Necə ki, ailənizi idarə edirsiniz, komandanızı da elə idarə edirsiniz. Komanda başçısı olaraq komandanıza sahibdə çıxmalısınız, onlara yazmalısınız da, soruşmalısınız da, yer gəlində psixoloq belə olmalısınız, saatlarla onların dərdini də dinləməlisiniz. Ailə problemini də dinləyəsiniz, iş problemini də dinləyəsiniz. Sizə dönüş edəcək, bu sponsor haqqında bunu deyəcək, o komandası haqqında bunu deyəcək. Siz onu bundan ona, ondan buna çatdırmaq deyil də, onları çalışın çözüm odaqlı. Yəni çalışın onları yoluna qoymağa, çalışın onları sakitləşdirməyə. Bu gün hamımızın komandasında var da, hamımızın, özümüz də elə deyilikmi? Yorulanda oturub bir nəfərlə dərdləşmək istəyirik, bir danışmaq istəyirik. Komandada da elə gəlir. Gəlir deyir sözünü, problemi danışır, dinləyin. Keçin o yanda o bir üzvünüzə başa salın ki, bu problemdən gəlmişdi. Ged onu çöz. Ta gedib qızışdırıb ötürmək deyil üstünə. Problemi çözün ki, komandanız çalışa bilsin. Əgər siz o komandanı əlinizdə saxlamaq istəyirsinizsə, komandanın heç yerə getməsini istəmirsinizsə, o komanda ilə sıx münasibət yaratmalısınız. Baxın, bugünkü gündə mənim komandamdan da az gedən olmayıb ora-bura. Firma gəzən də olub, əylənən də olub. Bugünkü gündə amma qayıdıb yanıma gələn də olur. Niyə gəlir mənim yanıma? Niyə üz tuturlar təkrar mənə? Gedəndə çünki mən o abır həyan büküb əlinə verib aparmamışım. Deməmişəm götürəcək. Mən ona gedəndə mən qarşısına qoymuşam. Sən azad fikirli insansan. Mən səni məcburi burada tutmamışam. Sən mənim üçün çox dəyərli bir insansan. Sən mənim üçün əzizsən. Xətrin çox əzizdir. İşdən kənar şəxsi olaraq sənə böyük bir hörmətim var. Deyirəm, o insan da gedir, müəyyən bir vaxtlar əylənir, fırlanır, dolanır, qayıdıb gələndə deyir ki, mən bu münasibətə görə qayıtdım, gəldim sənə. Və ona görə də ki, o insan qayıdıb gələndə üzü olur sizinlə danışmağa. Bugünkü gündə mənim neçə liderim qayıdıb gəlir firmalardan. Bugünkü gündə başqa firmada aktiv olub da dönüş edəndə mənə Zümrüd xanım, siz elə bilirsiniz, mən buradan əl çəkmişəm, mən hələ də bir gəzirəm. Elə olar ki, ersağa axırda qayıdıb gələrəm. Yəni, münasibəti elə saxlamalısınız ki, gedən insan da qayıdıb gələndə sizinlə təkrar bir işləyə bilsin, təkrar sizin yanınıza gedə bilsin. Gedənin də qılış qırığınla, ay, niyə getdin falan. Bəlkə elə bir yorulub çıxıb komandazdan gedib, heç bir firmaya belə keçməyib. Sadəcə olaraq yorulub, biraz çəkinmək istəyir, biraz dincəlmək istəyir. Ona da psixoloji olaraq yanında dəstək olun. Yəni, özünüzü göstərin onun yanında ki, bax, sən yorulsan da, sən sıxılsan da, mən sənin yanındayım. Nə vaxt lazım olsa mənə 7-24 dönə bilərsən, tək iş haqqında yox. Ümumiyyətlə, şəxsi olaraq mən sənin yanındayım. Bir dostun kimi, bir sirdaşın kimi. Yəni, belə bir komanda ilə sıx münasibət yaradın. Onda sizin komandanız sizin əlinizdən heç vaxt çıxıb getməyəcək. Əlbəttə ki, sual verə bilərsiniz. Sualını yazan xanım kim idi?
Mən idim Zümrüt müdürüm Günlar. Buyurun Gülnar xanım. Mən ikinci bir Instagram səhifəsi açmaq istəyirəm. Amma o alınmır. Nədən? Deməli, ikinci bir Instagram hesabı açmaq istəyirsiniz, aça bilmirsiniz. Çünki hal-hazırda olduğunuz o səhifəniz o nömrənizə bağlıdır və yeni nömrənizlə yeni bir nömrə alaraq həmin o səhifəni aça bilərsiniz. Yəni bir nömrə ilə bir Instagram açmaq olur. Növbətini aça Əslində o bilmirsinizsə nömrəm, göstərirəm. elə bir o nömrə Instagram səhifəmin nömrəsi hal-hazırda aktiv deyil, yanıb o nömrəm. Instagram səhifəm də rəsmi səhifə olduğuna görə, yəni onu da silib təzələmək istəmirəm. Sadəcə olaraq Nömrəniz yanıb, yenidən satışdadır həmin nömrə, ala bilərsiniz də. yox, təəssüf ki, satışa çıxmayıb hələ ki, amma yəni başqa nömrə ilə email dəyişməmiş yükləyə bilirəmmi? Səhifənizi dəyişəndə nömrəsini oradan sizdən tələb edəcəkdir ki, həmin o nömrənizə gələn SMS-i təsdiqləyin ki, nömrə dəyişilsin. Və ya mailinizlə də dəyişə bilərik onu. Hə, yəni təzə nömrə ilə təzə səhifə aça bilmirəm. Maili Həmin nömrə varsa, orada olmalıdır. mail qeyd etmisinizsə, mailinizə gələn SMS-lə dəyişə bilərsiniz. Yox, orada mail də yoxdursa, o zaman çətin dəyişəsiniz. Anladım. Çalışın Təşəkkür edirəm. səhifə açanda, Instagram hesabı açanda şəxsi hesablar olsun, orada həm mail olsun, həm də aktiv bir nömrə olsun. Ondan sonra artıq siz başlayırsınız, necə deyim, səhifənizi istədiyiniz bir adda, istədiyiniz bir nəsə problem yaradanda düzəldə bilərsiniz. Səhifədə nə mail varsa, nə nömrə vardısa, o zaman çətin siz o səhifəni geri qaytarasınız. Nömrə var. Sadəcə olaraq nömrə aktiv deyildi. Səhifənin kodunu da tapa bilmirəm. İndi gözləyirəm ki, nömrə yenidən satışa çıxsın. O zaman ancaq yeniləyə bilərəm. Yəni səhifənin kodunu da bilmirəm. Telefonu dəyişsəm, kod da yanasıdır da, yəni o səhifə gedəsidir. Onu siz onda səhifənizi telefonunuza elə eləyin ki, format olmasın. Həmin nömrə satışa çıxana qədər. Ancaq çarəm yoxdur. Və bir də bir şey də öyrədim. Nömrəni alanda deməyin ki, bu mənim nömrəm idi, yanıbdı. Sakitcə bir telefon nömrəsi satan adam bilirsinizsə, yazın ki, mən bu nömrəni almaq istəyirəm. Vardı satışda. O nömrəni ucuz ala bilirsiniz. Yoxsa gedib belə bu nömrəm yanıb almaq istəyirəm deyib də sizə bir 50 manata, 60 manata danışacaq. Belə 100 manatdan da 200 manatdan da danışır. Hə, başa düşdüm. Yox, Azərsel kabinetindən izləyənlərimiz var. Yəni onu bilənlər var. Deyir satışa çıxan kimi lap başqa rayon olsun. Onu saxladıb göndərə bilərik. İndi ona Əslində görə deyirəm də sizə, siz niyə gedib belə bahalırsınız, saxlatdırırsınız ki, bir telefon nömrəsi yox, olan adamın nömrəsi. bizimkidir, öz adamımızdır. Yəni onu təmənnasız eləyir, gətizdirir. Əmmoğludur, o Lap işdə. gözəl, əla. Hə, çox sağ olun müdürüm. Allah can sağlığı versin. Ağzınıza, ürəyinizə sağlıq. Siz sağ olun, xeyrini Çox bir gözəl. faydam oldusa nə gözəl. Razı Demək olar ki, qaldınızmı qızlar? bilinməyən bir məlumatlar oldu. Mənim üçün şəxsən bilmədiyim bir məlumatlar oldu. Çox yeni bir versiyada seminar oldu. Çox sağ olun. Təşəkkürlər. Sağ olun, xeyrini görün. Bir faydam oldusa nə gözəl. Ümumiyyətlə, sosial media haqqında sualı olan var. Bəli, müdürümdən sual vermək olar. Buyurun, buyurun, buyurun. Məndə Instagram səhifə yoxdur o sosial şəbəkədə. Təzəcə TikTok səhifəsi yükləmişəm. Amma heç bir şey paylaşmadım. Siz bayaq dediniz ki, qısa olaraq videolar paylaşmaq lazımdır. Yəni o videolar sizdə elə bir var ki, yəni biz şirkətimizi tanıtdırmaq üçün qısa bir video şəklində biz paylaşaq onu. Cəlalə xanım, baxın, bir video paylaşılırsa, məsələn də mən videomu paylaşdımsa, mən təşkil atıram qrupa ki, götürüb siz də paylaşasınız. TikTok onu görür və bilir ki, bu paylaşım mənə aiddir. Siz ikinci dəfə o şəkli paylaşanda, artıq o videonu paylaşanda, TikTok onu önə çəkmir. Çünki onu birinci məndə görüb axı. Birinci məndə gördüyünə görə də onu artıq məndə sayır. Sizdə paylaşılan ikincini kəşf edən neynəsəz də salmır. Ona görə də nə edirsiniz? Günlük bir videolar, bloklar çəkin, qısa bloklar çəkin, günlük qısa bir videolar çəkin. Məhsulunuz gəldi, karobkasını açanda qısa bir video, məhsulum gəldi, məhsulu açırsınız, açdığınız zaman videosunu çəkirsiniz, səsləndirirsiniz, verirsiniz TikToka. 18-20 saniyəlik ya 30 saniyəlik. 30 saniyədən oyuna keçməsin. Ofisə gəldiniz, görürsünüz ki, orada kargolar yığılır. İmamcan oradan kargon yığır, Xəzri oradan doldurur paketləri, karobkaları.
Heç üzlərin çəkmənizə ehtiyac yoxdur. Əllərin, orada gördüyünüz məhsulla yığır. Qısa belə çəkirsiniz, bu birindən də gəlsiz İmamcanı orada yığdığını göstərsiniz, əllərini, sadəcə məhsulları göstərsiniz. İkisini birləşdirirsiniz, verirsiniz TikToka. Video çəkirsiniz, videonu çəkəndə zaten proqramdan istifadə edəndə orada səs kaydı hamısı göstərir. Qısa-qısa yığdığınız, hər yerdən bir şey götürdünüz. Burada məsələn qabları yığdım qısa, 3 saniyəlik çəkdiyiniz videoları birləşdirmək istəyirsinizsə, 3 saniyədən artıq çəkməyin. Hər kadrı 3 saniyədə çəkin, sonradan gəlin onları yığın, birləşdirin. Qabları yudunuz, ersağın məhsulları ilə yudun. İstəsən onu danışıq olaraq da, istəməsən gəl sonradan səsləndir. Qabları yudunuz, keçdiniz hamamda, hamamını təmizlədiniz, evlərinizi siləndə genel təmizlik tökdünüz evi silmək üçün, toz soranlayanda və ya toz soran içinə tökürsünüz. Bunları evin tozunu siləndə hansı məhsuldan istifadə qısa-qısa da, yəni qısa-qısa edirsiniz. Bir 30 saniyəlik deyək ki, 18, 20, 30 saniyəlik bir video hazırlayıb TikToka verin. Onun daha yaxşı nəticəsini ala bilərsiniz. Mənim üçün bir saatlarla videolar çəkim göndərim sizi. Amma TikTokda belə bir qayda var ki, birinci kim paylaşırsa o artıq həmin o videonun sahibi sayılır. Çox sağ olun müdür mətləbin məlumatı. Mən bu sosial şəbəkədə başım çıxmır. O təzəlicə yükləmişəm. O da şirkətdən ki linklər atılırdı. Onu açılmır məndə. Ona görə yükləmişəm. Fikir verin siz. Siz fikir verin səhifələrin paylaşımına. Məsələn də bu yaxınlarda bir paylaşım var idi. Biz deməli Təzə Həcər xanım gəlmişdi. Bir çəkiliş dedi ki, elətdirəcəm. Qırmızı xallın üstündə getmək üçün. O videoda bilmirəm hansız vardı, varsız yoxsuz. Onu çəkdi, o paylaşıldı, göndərildi. Həmin vaxtda TikTok yox idi da, Instagramda da var idi əslində. O qədər maraqlı deyildi insanlar. Daha çox biz Instagramda onu paylaşırdıq. Instagramda paylaşıb, bu yaxınlarda həmin video qarşıma çıxdı. Onu götürdüm mən TikTokda paylaşdım. Paylaşan kimin hardasa 11 minə yaxın baxış gəldi. Səhv eləmirəmsə 11 min baxış. 500-600 də bəyəni gəldi ona. Gəldim ofisdə soruşdum, bunu TikTokda heç kim paylaşmayıb. Həcər xanım dedi ki, paylaşılıb. Amma girdim, araşdırdım, heç kim paylaşmayıb. TikTok onu önə çəkdi, artıq məndə gördü. Ondan sonra başqa səhifələrdən mən görəndə paylaşımda 200 nəfər, 300 nəfər baxış gəldi. Heç onlarda o qədər yox idi. Çünki birinci kim paylaşıbsa odur. Allah razı olsun müdürüm. Çox sağ olun məlumat üçün. Zümrüt müdürüm, bir söz soruşmayı sizdən. Buyurun. Deyirsiniz ki, neynəsəzə kəşfiyyata düşməyəcək. Yəni ora düşməyi vacibdirmi? Kəşfiyyat əlbəttə ki, düşməyə vacibdir. Nərcis xanım, Niyə? kəşfiyyata düşəndə daha çox Aha. insandan qarşısına çıxır sizin videonuz. TikTok önə çəkir o videonu. Çəkir ki, insandan qarşısına çıxardı, sizin də videonuz daha çox insan qarşısına çıxır, görünür. Yox, siz istəmirsinizsə, özünüz şəxsi olaraq onu paylaşın, maraqlı da deyil də, yəni kiminsə qarşısına çıxdı, çıxmadı. Deməli, mən belə anladım ki, kəşfiyyata düşmək üçün yox, kəşfiyyata ona görə düşür ki, daha çox insanın qarşısına çıxsın, elə Ay, mi? sağ ol. Bəli, bəli. Hə, çəkək də. Bir də sizin TikTokda deməli paylaşdığınız videolar əlavə olaraq pullu. Məsələn, o TikTokun önə çəkdiyindən əlavə də deyək ki, deyirsiniz ki, daha da çoxunu istəyirəm ki, ümumiyyətlə TikTok bunu görsün, millətin qabağına Aha. çıxsın. Gün ərzində ən azı bir 30-40 min insanın qarşısına çıxsın, daha da çoxunu. Bu zaman nə edirsiniz? Orada pullu reklamlar var da, onu da göstərəcəm sizə gəlsəniz. Orada pullu reklamları vurursunuz. Az bir məbləğ istəyir. 1 dollar, 2 dollar, uzağı 5 dollar deyək ki, oradan çıxır. Amma onu yetərincə insanın qarşısına çıxardır və elə qarşısına çıxan insanlar da sizə də yaxşı dönüşlər edir. Yəni yaxşı da yazanlar da olur, məlumat alanlar da olur, qeydiyyat olanlar da olur. Bugünkü gün səhifələri böyük olan insanlar. Mənə ora yazılıb ki, Zümrüt xanım, mənə ora yazılıb ki, məsələn, 22 dollar sənə nə bilim nə gəlib, nə belə də başım çıxmır ki, o nədir? Yox, o Nədir başa o? çıxmadıyız, heç nəyi vurmayın, gətirərsiniz, baxarıq ona, nədir, nə Yəni, deyil. Başa anlamıram. çıxırsa vurmayın. Vurmayayım da. Vurmayın, sabahda indi ofisə çıxanda gətirəsiniz, baxarıq ona deyərik. Yəni başa çıxmırsa ona heç vaxt Hə. vurmayın. Çünki o elə Heç belə əl dəymirəm gedəcək. də. Aha, əl dəymirəm, bəli, bəli. Onlar çünki elə belə gedər, heyfdir də o pulda. Niyə getsin elə belə? Ən azından bir 1 manatınız belə olmuş olsa, onu da dəyərləndirin. Oldu. Dedilər ki, yecdi. Yazdılar ki, yecdi qutarın. Çox sağ olun. Siz sağ olun, xeyrim dəydisə nə gözəl.
Yəni bir seminara bu sosial şəbəkə haqqında mənə elə gəlir ki, azdır da, düzdür, insanlara hələ çatdırmaq. Amma elə bir neçə dəfə belə bir seminar olsa, mənə elə gəlir ki, nə bilim, xeyir Nə olar. lazım olsa, mən onsuz bundan sonra sosial media üzərindən seminarlar edəcəm, daha yaxşı öyrənim. Amaliya Vallahi xanımın səsini tam başa düşmədim, Amiliya xanım. Yazıb ki, daha gec olur, bəzən insanlar yorulur, tez qurtarılmasını istəyirlər. Nəyin tez qurtarılmasını, Amaliya xanım? Yəni ümumiyyətlə nəyi tez, seminarın mı, yoxsa videonun mu? seminarı deyir. Doğrudan videonu deyir bəlkə. Videoların mı tez olmasını istəyirsiniz, yoxsa ümumiyyətlə seminarların tez qurtarmasını istəyirsiniz? Seminarlarımız yəni heç bir saatı çəkmir deyərdim ki. Sual-cavablarımız biraz olur, amma məlumat baxımlı, məlumat xarakterli yalnız bir 15-20 dəqiqə ya da 30 dəqiqə belə. Bu qədər dəyərli liderlərimiz, inşallah ki bir faydam dəymişdi sizlərə, xeyirli görmüşsünüz. Salam, axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, çox sağ olun. Mən Köln oğluyam, qulaq qonağı oldum. Təsadüfdən eşitdim sizin danışığınızı. Kəşfiyyat haqqında bir-iki söz demək istəyərdim ki, Buyurun, buyurun. kəşfiyyata düşmək o qədər bildiyiniz qədər asan deyil. Kəşfiyyata ilk öncə düşmək üçün gərək cəlbedici bir video ola, hansısa bir maraqlı bir video ola. Nə qədər belə reklam etsəz belə, kəşfiyyata düşmək yəni o qədər asan da olmur. İlk öncə video cəlb edici olmalıdır. Ondan sonra Luboy video, bəli, ondan sonra video düşür kəşfiyyata. Bunu demək istəyirdim, prosta yəni случайно eşitdim. Çox sağ olun. Nə gözəl, çox sağ olun. Siz sağ olun dəyərli bilginiz üçün. Görürsən hansı könülün oğlu idi bu? Bizim də könül var ya. Hər hansı Könül xanımınızı çox sağ olsun oğlu da əslində çox gözəl vurğuladı. Videonun keyfiyyətli olması mütləq lazımdır. Baxın, videonu çəkirik, rəng, görüntü, danışıq, nitq. Düzdür, hamımızın nitqi bu dəqiqə professional bir nitqlə Nərgiz danışırıq. xanım, Ləhcəmizdir. Kamildir. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Kamildir. Kamil deyirəm, mənlə videolarımı qəşəng düzəltginəndə yaxşı, nə olar? Kamil balamız da sağ olsun. Allah köməyi olsun. Sizə də bir faydası olar. Mamasının da qəşəng videolarını çəkər, kəşfiyyata da salar. Çox sağ olun, Allah razı olsun. Sağ İnşallah. olsun. Bugünlük bu qədər. Sağ olun qatıldığınız üçün, izlədiyiniz üçün. İnşallah daha gözəl videolarınızla sosial mediada olarsınız. Unutmayın ki, çəkdiyiniz, paylaşdığınız videolar bugünkü gündə şirkətin irəli getməsi üçün daha faydalı olur. Çünki sosial mediaya girəndə başqa firmalar yox, mən yalnız Ersağı görmək istəyirəm və hər hansı bir paylaşımı kiminsə görəndə sevinərək tez onu like edirəm ki, hər kəsin qarşısına çıxsın. Zümrüt xanım, Bəli, Ülkər xanım. son anda mütləq dedim, qonağım gəldi bayaq. Ağzınıza sağlıq. Həqiqətən sizlə qürur duyuram. Bizim müdürümüz olduğunuz üçün də ayrıca çox sevincliyəm. Bu qədər bacarıqlı, bu qədər işini sevən, nə bilim, sizin enerjiniz də bizə keçir də. Biz bəlkə də biraz sizi o qədər də bəzən məyus eləyə bilərik, amma həqiqətən Yox. qürur duyuram. Bu qədər işinizdə irəliləmək üçün, yəni hər nə lazımdırsa onu edirsiniz də. Yəni yerinizdə oturmursunuz. Biz də çalışacağıq ki, yəni komanda olaraq sizə layiq olaq, sizin bu əməyinizə layiq olaq. Amma yəni hər bir fürsəti bizə verirsiniz də, gəlib öyrənmək istəyənə açıq qapıdır. Gələrik, öyrənərik. Bu bizim işimizin əsasıdır ona görə ki, mən məsəl üçün özüm də son vaxtlarda tam əmin olduğum bir şey var ki, özümün çəkdiyi, xırda da olsa, çox da bəlkə yaxşı olmayan da ola bilər, amma onlar nə qədər etkilidir də bizim işimizdə. Quru boş orada nələrsə paylaşmaq, yəni şəkillər, o da pis deyil, amma nəticə bu özümüzü paylaşdığımız kimi olmur. Təbii ki, bunu Nəticəsi ən azından görürsən. və əlbəttə bunu daha professional etmək, daha səliqəli, daha təmiz etmək əlbəttə ki, daha gözəl işlər ortaya çıxardır da. İnsanlar kənardan baxanlar da artıq sənin bilgini görür, işivə olan nə bilim münasibəti Sevgiyi görür. Çox yəni həqiqətən biz bunu mütləq eləməliyik. Kim ki irəli getmək istəyir, mütləq bunu eləməlidir. Yəni oturub yalnızca belə oradan şəkil atıb statusumuza paylaşmaqla alınmır işlər. Özümüz də nəsə verməliyik. Yəni biz əgər nəsə qazanmaq istəyiriksə, özümüz mütləq nəsə
nə bilim özveridə bulunmalıyıq da düşlər demişkən. Biraz xəstəyəm, ona görə səsim nə xoşdur. Xoşdur, xoşdur, xoşdur. Çox gözəl səsləndirdin liderim. İnşallah ki, sizlər də tez zamanda daha yaxşısını edərsiniz. Mənə layiqli zaten liderlərsiniz, elə düşünməyin. Siz hamınız çalışqan, çox bacarıqlı bir liderlərsiniz. Qürur duyuram hər birinizlə. Burada hər biriniz var. Hələ yeni liderimiz Cüneyl xanım da buradadır. Hər birinizdə qürur duyuram. Həqiqətən çox yaxşı çalışqan, hədəfli liderlərsiniz. Bu ayda maşallah olsun verdiyim hədəfə hər biriniz tutturmusunuz. Hər birinizi buradan da təbrik edirəm. Çox sağ olun. Daha yaxşı çalışmalarla daim irəlidə olarıq. İnşallah, inşallah. Çox sağ olun. Əməyinizə sağlıq, ağzınıza sağlıq, həqiqətən. Gözəl bir şey. Çox sağ olun, çox sağ olun. Allah razı olsun. Sağ olun. Gözəl Hamımıza uğurlar sözləriniz bol var. olsun inşallah. Amin, amin. Çox sağ olun Zümrüt xanım. Siz sağ olun Cemile xanım. Qızlar, hər birinizin gözəl sözlərini burada oxuyuram, mesajlarınızı. Siz də var olun. Faydam oldusa nə gözəl hər birinizə. Nə də lazım olsa qrupda hər biriniz etməyə hazır. Bağlayaq Elvin bəy. Bəli, bağlıyım. Çox sağ olun, gecəniz xeyrə. Siz sağ olun, gecəniz xeyirli olsun. Çox sağ ol Zümrüt xanım. Ağzınıza, əməyinizə sağlıq. Əməyinizə, Çox sağ olun. əziyyətinizə sağlıq Zümrüt xanım. Çox sağ olun. Möhtəşəm Çox bir sağ seminar olun. oldu. Bilgi ilə dolu. Allah razı olsun. Həqiqətən də, hə, mən çox sonra qoşuldum. Mən qoşula bilmədim, sırf da internet getdi. Sizlər sağ olun. Bir faydam oldusa nə Sağ ol. gözəl. Müdürüm, təşəkkür edirəm. Əminəm ki, bütün üzvlərimiz bu gözəl seminardan yararlandı, faydalandı. İnşallah ki, bilmək olmaz, bəlkə onlayn bizim xaricdə yaşayan üzvlərimiz də sizə geri dönüş eləyər onlayndan, sizlə məşğul olarlar. Onlara da İnşallah. Nə lazım olsa buradayım. Qrupda hər birinizin sualına cavab verərik. təşəkkür edirəm. Sağ olun, sağ olun.